Bismillahirrahmanirrahim. Ya Rahmanu Ya Rahim. Ulu Tanrı'nın adıyla. Bu günləri beyin mühəndisliyinə qarşı əski Türkçe kitablar proqramından 301-ci başlayırıq. Allahın lütfi və himayəti ilə inşallah eləyə biləcək ki, bu günləri türklər yaratdıqları dil və uyğarlıq mədəniyyətləri ki, tüm mədəniyyətləri ya uyğarlıqları onun içində, bu iki dananın içində bizə kəpsul eləyiblər, dava kimi qoyublar, yadigar gediblər. Yəni 1000 illik təcrübələri, yüzlər illik təcrübələri hər sahədə kitablara sığıblar və bizə əmanət qoyublar. Biz keçən 250 ildə yavaş-yavaş türk dünyasından, türklükdən, İslamçılıqdan uzaqlaşaraq İslam dilin və habelə İslam, yəni ərəbcə ki, ərəb dili ki, İslam dili olubdu bir zamanlar, onda yazılan dədələrimiz yazdıqlarını oxuya bilməmişik. Habelə öz dilimizdə, yəni türk dilində əlifba, amma ərəb əlifbası ya türk ərəb mən deyirəm adına, türk ərəb əlifbası ilə yazılan kitabları oxumağa zorumuz, gücümüz çatmayıb. Savadsız olmuşuq. Onun üçün elə bir ki, biz tazaşdan doğmağa başlamışıq. Ziddi İslam elirlər bizi, nə bilim, ziddi hər şeyə biz qarışırıq, Avropalı oluruq, amma türk olmuruq, amma müsəlman olmuruq. Bu vəziyyətlə gedək görək ki, bu günləri bizə hangi kitab qismət olacaq ki, oxuyaq. Dünənləri bir kitabı oxuduq. Molla Səid Risaləsi deyə bir kitab idi, oxuduq. Çox cəlib idi. Bunun içində tarixlər içi gördük, cəlib idi. Əlbəttə iki kitab oxuduq. Biri bunu oxuduq, bir də Nuhəcəs Suluki fi Siyasətil Muluk deyə bir kitabla ikinci kitabla burada rastlaşdıq. Amma indi burada fəqət bunun Molla da deyil bu. Molla Səid adında bir adam əvvəl onun kitabını tapışdıq ki, bu bir dənə molla imiş. Molla yox, bir dənə ustad imiş. Budim şəhrində ki, bu günləri Bulqaristanda əgər səhv eləmirəmsəm dedi, olurmuş, orada dərs deyilmiş. Bir dənə sufi ilə görüşüb və onun suallarına cavab verməyə çalışıbdı. Mühüm deyil ki, sual dedim fəlsəfədə əslində din fəlsəfəni vücuda gətiribdi. Fəlsəfə dini vücuda gətirməyibdi. Çünki dində bəzi şeylər insanlar sual soruşublar. İstər istəməz sadə şeyləri. Və bu sadə şeyləri yavaş-yavaş səbəb olubdur ki, insanda sual gücü güclənə və sual soruşur. Sual soruşduqdan görürsünüz ki, fəlsəfə də dəyişir. İkinci kitab Əhməd Ratib yazmışdı. Bunu fikir edirəm ki, şeydən götürmüşdük. Amma o da əl yazma idi. Cəlib budur ki, o da əl yazma idi və burada mən görmürəm onu Əhməd Ratib yazan kitabın adını. Elə yazmışam tərcümə, adını yazmamışam tərcümə. Sonra yazmışam ki, Nuhəcəl Suluki fi Siyasətil Muluk, amma bunu indi burada görmürəm. Onu hardan gətirib oxumuşam, ehtimalən bəlkə də bu əvvəllərdə bir yerdəymiş. Adını yazmadığım üçün indi tapa bilmirəm də, hər halda belə bir kaş dünən bunu yazaydım. Görək ki, indi bunu əgər açsaq, Cəvahir İslam, bunu açsaq, o da açılar ya yox, əgər açılsa çox yaxşı olacaqdır ki, onu təzəşdən bir görək. Bəli, inşallah açılır. Bu taza kitabdır, bu dünən oxuduğumuz hangi kitabdır? Dəvam-ı Ömr deyə, onu oxumadıq dünən. Bu da Molla Səid Risaləsi. İndi bunun Molla Səid Risaləsidir, bu da Dəvam-ı Ömrüdür. Bunun adını Dəvam-ı Ömr deyə yazıblar. Bunun adı Dəvam-ı Ömr deyilmiş. Bunun adını əvvəl gedək dəyişdirək ki, şeyə rast gəlməyək.
Davamı ömr hardadır? Bu da indi bunu tapmaq özü bir məsələdir. Davamı ömr. Bu burada deyil, burada hər yerdə olsa olubdur. Bunu adını dəyişdirək. Nə mənadadır? Nəhəcil məsluki fi siyasetil muluk. Bu kitab niyə gəlib bura? Bunu buradan götürüb aparaq. Niyə bu bura gəlibdir? Cəlibdir. Bu haradır əslən? Bunu desktopda qoyubdur bunu. Tamam. Getdi ora. Bu desktopda olsa mühendisiyyə cəhli new folder burada yoxdur. T-format bu da bir şey deyil. Hər halda o kitabı taparam, o hər halda. Bir də qeysaq burada axtarsaq onu. Oldu Nohac. Nohac yazsaq bu davam gətirəcəkdir. Nohacil suluk. Bunu açaq. Bu çox önəmli bir kitabdır. Çünki müstəqimən dünən bu keçmiş cəlsədə bu kitabı oxuyandan sonra, yəni canlı yayından sonra biraz da fürsət elədim ki, bunu oxuyayım. Bu 84 səhifə, yəni 168 səhifəlik bir kitabdır, əlyazmadır, çox özəl bir əlyazmadır. Zahirən bu kitabda belə gəlir ki, burada dediklərine görə və ChatGPT bunu mənə açıqladığına görə, ChatGPT-yə dayanaraq, bilmirəm nə qədər düzdür, nə qədər yalandır. Çünki ChatGPT dedik ki, indiki mövcud internetə verilmiş düşmənlərin əli ilə yazılıb verilmiş mənbələri eyni bir danışdı kimi, bir tələbə kimi özünə mənbə tapır, onlardan bizə yazı verir. Hər halda onun dediyinə qədər bu kitabı bir adam yazı üstündən yazıbdır. Bir yazının üstündən yazıbdır. İndi o neçinci yazıymış əsli kitabdan yazıbdır, onu bilmirik. Əhməd Ratib adında bir adam bu Nəhəcil Məsluki fi Siyasetil Muluk adında kitabı ehtimalən 1047-də ya 1200, hər neçədə onu yazıbdır. Bu tarixi dəqiq bəlli olmadı, təəssüflə. Amma bu Sultan Əbdülhəmid Xan ibn Sultan Əhməd xanın dövründə bu kitab tərcümə olub Türkçəyə. Bunu Sultan Əbdülhəmid xan, birinci yəni Əbdülhəmid xan 1187 ilə 1195 arası səltənət edibdir. Əgər bu, deyək ki, 1090-da olsa, 257 il bundan öncə bu kitab Türkçəyə tərcümə olubdur. 290 il bundan qabaq da şey olubdur. Hər halda bu kitab əslində bu kitab bir filsuf yazıbdır. Bunu şey zamanında yazıbdır. Səlahiddin Əyyubiyə yazıb təqdim edib. Səlahiddin Əyyubiyə siyasətnamədir. Və ondan sonra bu kitab təqribən siyasətin içində yuxarıdakı insanın əlində olubdur və insanlardan gizli tutulubdur. Burada o kitabın nağılın yazılışı nə cür ələ gətirdi və bunu nə cür Türkçəyə çevirdi ta umumun əlinə yetişsin. Umum da bundan xəbərdar olsunlar.
Bu əslində çox böyük bir siyasətnamədir. Ki, çox da xülasə şəkildə yazılmış. Təəssüflə bizim də bundan xəbərimiz yoxdur. Mən yenə də bunu elə hər yerdə olur olsun, göylüm istir ki, aparam qoyam birinci səhifəyə, bu birinci səhifədə qalsın, biz bundan tanış olaq. Çünki çox önəmli bir kitabdır. Çox önəmli kitabdır bizim üçün. Siyasətdə, özəlliklə türk dilində yazıldığı üçün, tərcümə olduğu üçün, hansı dildən olur olsun, çox önəmlidir. Bunu hər halda bir müsəlman insan Əyyubilər dövründə yazıbdır, veribdir. Bu birinci kitab ki, bugün açdıq. Buradan gedək ikinci kitaba. Görək ki, bu ikinci kitabda bizə nələr verir. Bu Cəvahirül İslamı açmışdıq. Təcəşdən açaq. Bu Cəvahirül İslamı açaq 15 səhifəlikdir. Bir dənə də ayrısını açaq inşallah ki, görək yəni zorumuz çata bugün oxuya bilək. Əlbəttə mənim də nəvələrim gələcəklər, onu balalarım gələcəklər əslində. Onları görməyə görəcəyəm. Ona görə hər zaman gəlsələr durub gedəcəm. Bu kitabı ki, bu gün istəyirik oxuyaq. PDF-də yazıblar 15 səhifədir və adı da Cəvahir-i İslamdır. Yenə PDF-də yazıblar ki, 1100 il bundan qabaq yazılıbdır. Yəni 347 il bundan qabaq. Mən indi bunu əgər istəyək şeyin çıxadaq. İndi 1447-ci ildəyik. Əgər bundan çıxsaq, neçə idi? 1100-ü çıxsaq, 347 il öncə deyirlər bu kitab yazılıbdır. Amma gedək biz buna baxaq, görək ki, özümüz bundan nə kəşf edirik. Əvvəl kitabın zahirinə baxaq. Kitabın dağılmasını görürük. Yəni bu kitab ehtimalən kartonmuş ya müqəvvaymış, üstü qalin şeymiş. Görürük ki, o kitabın dalısı, yəni o şirazəsi kamilən cırılıbdır. Ayrı bir yoğun iplərlə də bağlanmış görünür. Ya da ki, özününkü də elə tikilmiş, əvvəldə ki, şirazə tikilmişmiş. Oydu, amma görürük ki, kamilən dağılıbdır. Cildinin üstündə çoxlu yazılar varmış, ya nəqqaşilər varmış. Ehtimalən nəqqaşı olsa Osmanlı dövrünün nəqqaşıdır, amma üstündə yazı da varmış. Onlar da gediblər. Kitabı açıbdır, birinci səhifəni. Görürük ki, bu Süleymaniyyə Kütüphanəsində İstanbulda Fatih məhəlləsində saxlanır. Kitabın cırıldığını görürük. Bunu sirişomla yapışdırıblar. Kağızla, ayrı kağızla. Ortası, yəni o şirazə görürük şey olubdur. İnsanlar əlifba təmrin eləyiblər ki, yazalar. Buranı çoxlu xət eləyiblər. Aşağıda da bir ad yazılıbdır. Yəni kitabın sahibinin adı olacaqdır. Qeydəndə ona baxarıq. Sonra görürük ki, kitabı bir fərqli metodla və fərqli rənglə təzhib eləməyə çalışıblar. Amma su gəlibdir, ya hər nə gəlibdir, bunu aradan aparıb. Kitabın çürümağını çox ciddi görürük. Görürük ki, hər tərəfi çürüyübdir. Amma xəttlər çox gözəl qalıbdır. Məsələn, bu iki səhifədə çalışıblar bir təzhib düzəldələr, su gəlib aparıbdır, rəngi yaşılmış, o da orada qalıbdır. Haza Cəvahir-i İslam, elə kitabın adı Cəvahir-i İslam. Bunu görürük burada. Birinci səhifədə 5 sətir yazıbdır. Sətirlər Bismillahirrahmanirrahim birinci sətir, Elhamdülillahi Rabbil Aləmin ikinci sətir. Yəni sətirlər hər səfədə o birisi səhifədə 7 sətir yazılıbdır, amma hər sətirdə 4 kəlmə ya 5 kəlmədən ibarət mən buracan gördüyüm görürəm ki, yazılıbdır. O birisi səhifələr gedirik, qalin çarçivəsi var, yaşıl xəttinə gedibdir, su qatışıb gedibdir. Kamilən, amma aynı vəziyyətdə 7 sətrlə davam eləyibdir. Hər sətirdə də 4-5 kəlmədən izafə yoxdur. Bu 30 səhifəlik kitabı görürük. Bu 30 səhifəlik kitabın 5-ci səhifəsində, yəni PDF-də olur 10-cu, PDF-də 5-ci kitabın özündə 9-10-cu səhifəsində görürük ki, dövrəsindəki o qalin xətt təqribən aradan gedibdir, bir qırmızı xətt qalıbdır, çarçivənin içinə salıblar. Aynı vəziyyətdə gedir, bu səhifədə də bir
şey görürük, amma xətt üçün qədimidir və çox yoğun, qalın, qəyim yazılıbdır. Xəttlər aradan getməyiblər. Ehtimalən rəngin də keyfiyyəti çox yaxşı olduğu üçün, yaxşı rəng olduğu üçün, yaxşı cöhər olduğu üçün o da aradan getməyibdir, qalıbdır. Amma burada bu səhifədə, yəni 18-ci səhifə, 17-18-ci səhifədə sudan dolayı, hər nədən dolayı 2 dənə kəlmə hər səhifədə ki, bir-birinin üstünə düşür, ehtimalən şey olubdur, qatışıbdır, kamil oxuya bilməyəcəkdir, oxuna bilmir. Bu da davam edir beləsi, burada birinci, ikinci. Bu kitab çox, burada elə bir qurtarır, tamam olur dərsə, ehtimalən burada kitab tamam olur. 12-ci səhifədə tamam olur. PDF-in 12-ci səhifəsində. 13-cü səhifəsində imaməti caizdir səniyi. Burada yazıblar 1157 görürəm. Ola bilər ayrı bir şey də olsun, amma mən gördüğüm 1157-dir. Ola bilər ki, başqa bir şey də oxunsun. Dua-i cənazə ondan sonra və kitab qutardı. Axırda da yenə də yazılar görürük. Qeydaq bu kitabı bir kiçikdir, sürət ilə oxusaq fikirəm ki, 20 dəqiqəsində bu kitab oxunar. Əvvəl bunu görək ki, bu adı oxuya bilirik ya yox. Bu ad da kitabın sahibinin adı olacaq ya da çiçeği. Əl-Fəqir Əli İstəhkənə Səbri. Səbr. Oxunmur. Əlisi oxunur, qalanı oxunmur. Mən oxuya bilmirəm. Bəlkə dostlardan bu xəttləri oxuyan birisi eləyə bilsin, bunu oxusun. Görək ki, bu kitabda yeşetməyə ehtiyac yoxdur. Qıraqda da təzəsini yazır. Bismillahirrahmanirrahim. Haza Cəvahir-i İslam. Elə bunu burada da yazıb. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vəssalatu vəssalamu alə rəsulihi Muhammedin və alihi və əshabihi əcməin. Əmma bəd. Şöyle bilinə ki, hər mümin və müminəyə İslam öyrənmək fərzidir. Biz Güney Azərbaycanda və Azərbaycanda öyrənmək deyirik. Türkiyədə və bəzi yerlərdə öyrənmək deyirlər. Biraz o R ilə K yeri dəyişibdir. Təbiidir, bu da olur. İslam öyrənmək fərzidir. Əgər sorsalar, bir nəfər sorsa, müsəlman mısın? Ayəti elhamdülillahi müsəlmanım. Ayət yəni eyd, ayət olacaq ehtimalən, yəni diyə, de, ayət de, elhamdülillah müsəlmanım. Türkiyədə də bu caizdir. Hər kəs soruşsa deyirlər, elhamdülillah müsəlmanım. Əgər sorsalar, elhamdülillahın mənası nədir? Et, ayət əlbəttə, yəni ayət, İlah Allahı önməkdir. Allahı önmək yəni Allahı yadda saxlamaqdır. Əgər sorsalar, ilahi, Allahı necə bilirsin? Ayət ya ayət de, nitəliksiz və heç nəsnəyə bənzəməz nişanı yoxdur. Heç nəsnəyə bənzəməz nişanı yoxdur. Netə yəni nədir yox, nitəliksiz. Bəlli bir şey deyil. Müşəxəs bir şey deyil. Şey deyil, yəni beləsi deyək, bir şey deyil. Və heç nəsnəyə bənzəməz. Gördüyümüz heç də, bildiyimiz heç də bənzəməz. Nişanı ilə yoxdur. Qədimdir. Qədimdir, yəni bunun ucu-bucağı yox var imiş. Qədimdir. Cəhətdən və zəmandan və məkanidən münəzzəhdir. Qədimdir, amma cəhət. 6 dənə cəhətimiz vardı. Aşağı, yuxarı, sağ, sol, şimal, cənubda beləsi desək əgər gün çıxan, gün batan, quzey, güney və indi zaman və məkan deyir. Bunlardan da münəzzəhdir, paçdır. Əgər sorsalar, kimlik
Aha, indi burada bir kəlmə vardı. Zürriyyətindənsən. Kimin zürriyyətindəsən? Zürriyə yəni nəsli. Eyt, decinən Adəmi əleyhissalamın zürriyyətindənəm. Əgər sorsalar, kimin ümmətindənsin? Ümmət din sahiblarına, dinin başında gələnlərə deyilir. Onlara bağlı olan adamlara ki, dilləri, nəcatları, rəngləri, coğrafiyaları bir-birləri ilə fərqlidir. Amma bir dində yaşırlar, ona nə deyirlər? Ümmət deyirlər. Əgər sorsalar, kimin ümmətindənsən, et. Məhəmməd əleyhissalam ümmətindənim, sallallahu aleyhi və səlləm. Əgər sorsalar, kimin məzhəbindənsin, indi burada İslamın içində, yəni müsəlman ümmətinin içində məzhəblər var, çoxlu, çoxlu. Bəzisi öz təbii toplumun içində rəqabətlərdən çıxıbdır, ixtilaf-ı fikirdən çıxıbdır, bəzisini düşmənlər yaradıblar. Özəlliklə ingilislər və ruslar, özəlliklə bu ikisilər çoxlu məzhəblər yaradıblar ki, İslam dini içəridən bölünsün. Əgər sorsalar, məzhəbindənsin, kimin məzhəbindənsin? Eyt, burada əksəriyyət indi budur da, eyt sünniləri deyil, İmam-ı Əzəm məzhəbindənəm. Bu kitabı təqribən fikirəm belə bir şeyi oxumuşduq. Eyni buna bənzər, amma biraz fərqli. Əgər sorsalar məzhəbi qaçdır, İslamda məzhəb qaçdır, eyt 4-dür. Əvvəl İmam-ı Əzəm, ikinci İmam Şafii, üçüncü İmam Maliki, dördüncü İmam Əhməd Hənbəlidir. Əgər sorsalar İmam-ı Əzəm məzhəbi kimdir? Görürsünüz, burada Cəfəri Sadiq yoxdur. Ki, Nadir Şah dövründə Cəfəri də bunların içinə geçir. Onacan Şiə deyilirdi, imamı bəlli olmurdu. Şiə deyəndə, yəni bir millət, bir quruh deyilirdi. Amma buradan deyişi nədir? Geçir imamları olanlara. Dedik ki, bunlar da hər halda. İmam-ı Əzəm məzhəbi kimdir? Kimdən öyrəndi? Öyrəndi, yəni bunu öyrənmişsən. Ayəti Həmmadədən. Bu Həsən Heynəndi, bilmirəm, bir adam adıdır. Həmmadədən. Deyir ki, yəni, deyir ki, Həmmaddən öyrənmişəm. Həmmad. Həmmad Əlqəmə İbrahimdən. Aha, Həmmad kimdən öyrənibdir? Həmmad Əlqəmdən, Əlqəm də İbrahimdən, ol dəxi İbrahim də Abdullah ibn Məsuddən, ol dəxi Rəsuldən. İbrahim-i Məsud da şeydən. Deyir ki, yəni İmam-ı Əzəm bu 4 nəfərin silsiləsi ilə bir şeylər öyrəşibdir. Bu 4 nəfərin son silsiləsiymiş. Sözləri bundan alıbdır. Oradan öyrəşibdir. Rizvanullah Teala əleyhim əcməin. Əgər sorsalar, iman nədir? Et dəlil ilə iqrardır. Bir dəlil üstünə iman deyəndə mənə dəlillə iqrar eləyəsin. Allah var. Bir et, əlbəttə eyni əyti eləyibdir. Əyti. Səs qoyduğu üçün əyti gəlir oxuyaq bunu. Mən et deyirəm. Et də, yəni qabaqlarda o cür oxuduğum üçün burada da qələt oxuram. Əyti, yəni decinin. Əyti dəlil ilə iqrarıdır Allahın birliyinə və Rəsulun əfzəlliyinə inanmaqdır. Nətəkin buyurur, Âmentu billahi və mələikəti və kütübihi və rüsulihi və l-yevmil axiri və bil qədri xeyrihi və şərrihi minəllahi Teala. Burada indi soruşdu nə mənə? İman nədir? Dedi ki, bunları deyəcəksən. Əgər sorsalar, iman qaçdır? Qaç dürlüdür. Beləsi. Qaç dürlüdür. Tamam, beləsi yoxsaq daha yaxşıdır. Ayet ya
əyit olacaqdır. Bunun səsin yerinə qoyub fərqi yox. Burada səsin yerini değiştirdi. Önce əyit 4 dürlüdür. Əvvəl peyğəmbərlər. İman neçə cürdür? O 4 cürdür. Əvvəl peyğəmbərlər imanıdır. Ana iman-ı məsum dərlər. Nədən məsum deyir, mən bilmirəm. Məsələn, o peyğəmbərlərin heç birisini Quranda deməyib məsum. Bunu sonra şeylər çıxardıbdır. O birisi kitab Turatda, İncildə, fulanda, bunlarda ki, əslən Allah bunlar rəsmən günahları var. Amma İslamda da elə hətta Həzrət Muhammed sallallahu aleyhi və səlləmə deyək ki, bir itaplar var. Deyəm, sərzəniş desək farsça, itaplar var ki, əgər Allah hidayət eləmişsə, sən zallıdır, gümrah idi. İkincisi, müminlər imanıdır. Ana iman-ı məqbul dərlər. Üçüncüsü, mübtədilər imanıdır. Ana iman-ı mövquf dərlər. Dördüncüsü, münafiqlər imanıdır. Ana iman-ı mərdud dərlər. Bizim hamımızın təqribən imanımız bu münafiqlərin imanındandır. Çünki biz doğrudan müsəlman deyilik ki, biz əslində İslamı bilmirik. Biz mollaların dediği ilə gedirik. Cəlibdir ki, bəzən də təqlid elərimizə keyf edirik. Filan müşrihdən təqlid eləmişik. Yəni mən o dediği kimi müsəlmanam. Mən İslam bilmirəm ki, nədir. O deyir ki, belə yat günə, belə dur günə, belə namaz qıl, belə oruç tut. Mən də o nə deyirsə onunla gedirəm. İndi bunu peyğəmbər deyib deməyibdir. Heç kəsin xəbəri yoxdur və biz də bilirik ki, Qur'anın hamısını toplayanda bilirik bir dənə kitabdır, əlimizdə vardır. Onun məsələn namaz haqqında olan şeyləri nədir? Bəllidir. 4-5 dənə, 10-15 dənə orada məsələsi var. Çox məsələsi yoxdur. Çox çətin tutmayıb. Oruç nədir? Zəkat nədir? Bunların hamısı orada çox sadə şəkildə yazılıbdır. Amma mollalar bunu çeviriblər bir böyük, ağır bir şeyə. İnsanlar onun içine girirlər və oradan çıxamırlar. Onun üçün biz təqribən münafiq dövründə yaşayırıq. Yəni, mübtədi dövründə də yaşamırıq. Çünki biz bilmirik ki, İslamı düz yaşamayan. Münafiq bu deyil ki, mən 200'lü olam. Münafiq bu deyil ki, mən 200'lü yaşayam əslən. Və bilməyəm ki, 200'lü yaşayıram. Çox pisdir. Küfrə hətta yaxındır. Münafiqlər imanidir. Ana imanı mərdud dərlər. Mərdud rədd olmuş. İmam-ı Şəmsül əimmə eydir. Əydir. İndi orada bizə əyti gəlir oxuyaq. Burada çünki indi düz yazdı, əydir. İmam Şəmsül əimmə. Şəmsül imamların günəşi. Kimdir bu görən? Nə deyər? Deyər ki, hər ərə və hər övrətə İslam öyrənə o imamların imamı deyir ki, ehtimalə Həzrət Muhammed Rasulullah sallallahu aleyhi və səlləmi deyir ki, hər ərə, erkək və hər övrətə, xanıma, xatuna, İslam öyrənə, zira qiyamət günündə qəti əzab olur. Qəti yəni çox çətin. Və dəxi axirətdə 3 kişiyə qəti əzab olur. Kimdir? Anaya, ataya, edənə. O getmədə dükərlər nə üçün? Nə mənə burada bir şey deyir ki, öcrətmədikləri üçün. Kimə deyir ki, əzab olar? Deyir, 3 nəfərə əzab olar. Anaya, ataya, adına öyrətmən, ana, ata adına ehtimalən, adına öyrətmə dükləri üçün. Öyrətmədikləri üçün bunlar şey olar. Əgər sorsələr, göydən qaç kitab indi, et 104. Allah Allah, göydən, bu da deyir ki, göydən 104 kitab gəlibdir. Kitab indi. 4'ü budur ki, Muhammed aleyhisselama Kur'an indi. İsa aleyhisselama İncil indi. Davud aleyhisselama Zebur indi. Musa aleyhisselama Turat indi. 100'i söhüftür.
Kitab deyil, səhifədir, yəni kiçikdirlər. Yüzü söhüfdür. Qeyri peyğəmbərlərinə endirilmişdir. Endirmişdir. Yəni bu 4 peyğəmbərlərdən qeyri peyğəmbərlərinə, Allah peyğəmbərlərindən qeyrilərinə. O da 4 dənə peyğəmbərdirlər, o birisiləri də deyir ki, onlara gəlmişlər. Əgər sorsalar müsəlmanın şərti qaçdır? Ayet ya ayti 5'tür. Müsəlmanlığın şərti 5'tir. Nədir? Oruç tutmaqdır, namaz qılmaq, həccə getmək, nisabə malik isə zəkat, nəsabə malik isə zəkat vermək, yılda bir kez daimən kəlime-i şəhadəti, yılda bir kez, zəkatı yılda bir kez, yılda bir kez, daimən kəlime-i şəhadəti dildən əskik eyləməməkdir. Bunlar ki, o nədir? Əşhədü ən la ilahə illallah və əşhədü ənə Muhammedən abduhu və rasuluhu deyələr. Bu iki dana, şəhadət kəlməsi bu iki danadır. Əliyyən vəliyullah zat yoxdur. Əgər sorsalar, iman nədən gedər? Ayet ya ayti küfrdən gedər. Və haram və yalan, haram və yalan, yalan həman. Və yalan yəni şirk, şərabu, harami yeməklə, veylan və söyləməklə gedər. Pəs iman nədən gedər? Ayet ya ayti, ayet küfrdən gedər. Bir, haram və yalan yəni haram nələrdir? Şərab və harami yeməklə və veylan və yalan söyləməklə gedər. Yalan söyləməklə gedər, şərab içməklə. Bu 4-5 dənə iləndir. Əgər sorsalar, iman sevmədiyi nədir? İman nəyi sevməz? Ayet decinən ya ayti murdarlığı və cənubluğu sevməz. Murdar bir şeydir, murdar kəsafət bir şeylər ki, bədənə yapışar, ya adamın üstünə yapışar, hər nə olsun, paltar olsun, hər nə olsun. Murdar, odur. Murdar mollalar deyiblər, Quranda da belə bir şey bilmirəm, var ya yoxdur. Cənubluq da xanım və erkək bir-birləri ilə ki, ər-arvad rabitəyə girirlər, o rabitə üstlərində qalır, deyir, o da qalmaz. Əgər sorsalar, Quslun fərzləri qəçdir. Eid 3'dür. Gör, İslam çox sadə deyir. Bu əvvəliyyə kitablardandır. Yəni, həm yekə yağın yazıldığından bəllidir ki, bu qələm şeydir. Hələ o zaman qələm yağcı deyil. Və həm də ki, çox sadə yazıb. Yəni, bugünkü mollalar kimi girib də insanları batlaqda saxlamır. Hər şeyi gətirib deyir, çox sadələşdirdi. Yəni, sadə imiş. Əgər sorsalar, quslun fərziləri qəçdir. Ayti 3'dür. İbtidası məzmələ etmək. Bilmirəm, məzmələ nə deməkdir? Heç mən bunu indiyəcəm birinci dəfə eşidirəm. Görək ki, bu məzmələ nə deməkdir? Məzmələ. Əlbəttə, bu da mətmələ oldu. Görün, məzmələ eləyək. Məzməzə. Məzməzə etməkdir. Tamam, məzməzəni bilirəm. Məzməzəni bilirəm. Məzməzə yəni ağza suyu alıb boşaltmaqdır. Amma yenə də burada soruşaq. Bunu gətirək, düzəldək. Məzməzə. Məzməzə zəmzəm deyir, suyundan gəlir, ağza alıb boşaltmaqdır, ağza su alıb onu ağız içində çalqalamaq və sonra tükürmək deməkdir. Məzməzə bu anlamdadır. Məzə sözündən alır da, alırsan ağzında məzə elirsən, tüpürürsən, məzməzə 2 dana olduğu üçün tüpürür bundan sonra. Deyir ki, Hənəfi məzhəbində vuzuda
sünnət xusluda isə fərzidir. Vuzuda sünnət, xusluda fərzidir. Xusluda ağzı da deyir yuyacaqsan. Ağıza alınan mayəni ağız içində döndərmək, çalqalamaq. Çox gözəl. Bu çalqalamaq sözü dünənlərdə yadımdan çıxmışdı. Çalqalanmaq. Əvvəl çalqalanmaq, quslunki. İkinci, abidəst almaq. Üçüncü, bütün bədəndə yümək. Amma suyu ibtida sağ umuzundan dökər, sonra sol umuzuna dökər. O zaman kase idi də, kase ilə deyir ki, əvvəl sağına töksün, sonra soluna töksün. İndi biz əgər sorsalar fərizə qaçdır. Calibdir, çox sadə. Dedi ki, suyu alsın ağzına, sonra da qollarınızdan yüzsün, yəni abdəst dedi, yəni qollarınızdan yüzsün, başın, üzün. Yəni o Quranda ki, ayaqlar yuyulur, namazı, sünnilər əllərin yuyurlar, qolların dirsəklərinəcən yuyurlar, başlarına əl çəkilir, üzlərin yuyurlar, burunlarına su çəkirlər, ağızlarına su çəkirlər, qulaqlarına əllərini salırlar, boyunlarına əllərini salırlar, başlarına əllərini hər yerinə çəkirlər. Biz fəqət məhz edirik, onlar hər yerinə çəkirlər. Ayaqları da yuyurlar. Deyir ki, bunları eləyir, yəni onlar yuyulsun. İstir deyək ki, onlar yuyulmadı, bədənin o birisi qalan yerlərinə əli çatdıqca bir su töksün. Çox rahat. Əgər sorsalar fərizə qaçdır? Fərizə yenə vacib. Ayəti ikidir. Biri fərz-i eynidir, biri vacibdir. Yəni hər kəs bu işi görməlidir. Hər kəsin özünə. Fərz-i eyn yəni hər kəsin özünə vacibdir. Və biri fərz-i kifayədir, biri də kafidir. Məsələn, bir evdən bir nəfər bu işi görsə yetər. Bir məhəllədən bir nəfər görsə yetər. Məsələn, fərz-i eyn oldur kəndi işləyincə boynundan ödəməz. Ehtimalən ödəməz oxunacaqdır. Yəni, hər kəs kəndi, yəni özü. Kəndi işləyincə, o adam o işi görüncə, iş sözü bu da dedi, yəni demədi feili filanı. İşləyincə boynundan ödənməz ehtimalən, ya ödənər. Ödənər ehtimalən olacaq. Burada biləsiz bir şey, baş tapıram nəminə yazıbdır. Yəni, özü bu işi görsə, adam boynundan düşər. Fərz-i kifayə cəmaətdən biri işləsə, qeyrilərdən o da ödənür. Ödənər, üstəki ödənərdir, bu da ödənməzdir, ödənir. Elə bu da. Əgər bir fərz, məsələn, bir namaz fərz-i kifayədir, çünki hər kəsin özü namaz qılacaqdır, özü qıldıqsa düşdü, tamam. Amma məsələn, ayrı bir fərzlər var, o evdən bir nəfər bunu görsə, biri işləsə, xeyrilərdən ödənir, onlardan düşər. Fərz-i eyn, som, salat, həc, zəkat, kəlmə-i şəhadət kimi. Bunlar fərz-i eynidir. Dedi ki, nədir? Fərz-i eyn, som, oruc, salat, namaz, həcc, Məkkəyə getmək, zəkat, ildə bir dəfə, kəlmə-i şəhadət kimi, fərz-i kifayə, meyyit namazı. Meyyit namazında mən qılmıram. Qılan qılsın, qılmayan qılmasın. Tamamdır. Bir nəfər də qılsa kafidir. O lazım deyil hamı qılsın. Kifayət meyyit namazı kimi. Haqqı Teala bunları üzrümüzə fərz eylədi. Üzrümüzü qəbul edin. Burada üzərimizə, üstümüzə. Üzərimizə fərz eylədi. Öyləcə məlum ola, imam olana 4 məsələ surələr. Hər kəs imamdır, ondan 4 məsələ suallar. Sual. Qıldığın namaz bizim üçün kəndin üçünmü? Bizim üçünmü, kəndin üçünmü? İmamdan sorsalar ki, namazı ki, cəmaət qılırsan, o bizim üçün qılırsan, yoxsa özü üçün qılırsan? Bu calibdir. Edə bənim üçün qıların, cəmaətə niyyət edərin. Özüm üçün qılıram, amma cəmaətə də niyyət edirəm deməlidir. İkincisi, ban sana o, tamam, yəni bu beləsi, bu tarihdə əslində kitab, qoy oxuyaq. İkinci, ban sana uyaruz. Sən kimə uyarsın? Sorsalar imama desələr ki, imam demək, biz sənə uyuruq. Yəni biz sənin dalıncan iqtida edirik sənə. Sən kimə uyursan? Calibdir, bu uyarız sözü birinci dəfədir görürüm, türkçədə işlədibdir, iqtida yerinə. Biz sana uyarız.
sən kimə uyarsın? Edə ben Muhammed aleyhisselama uyarın. Üçüncü sual. İmamımız sen. Senin imamın kimdir? İmamımız sensen. Senin imamın kimdir? Edə Kur'an'dır. Dördüncü sual soruşsalar imamdan. Bizim namazımız seninle tamam olur. Senin namazın kimle tamam olur? Muhammed aleyhisselam sünnetiyle tamam olur derse imameti caizdir. Tamam, bu tarihte buradan bu üzerinde de bir şey yoktu. Duayı cenaze Allahümme. Buradan da cenaze duasıdır. Allah ne diyorlar, ölenlerin hamısına, o cümleden benim dedeme de babalarıma da Allah rahmet eləsin, ruhlarını şad eləsin, yerləri cennet olsun. Kitap da sonunda gelecek o əksləri qoyubdur. Darmadağın bir kitabla qarşıyıq. Bu Cəvahir-i İslam dediği bu kitabı idi ki gördük və 30 səhifədə 1100-cü ildə yazılıbdır. Yazılan hardan gəldi bu 1100? Bunu mən orada bir şey dedim, amma bu odur mu, o değil mi? Hara getdi bu kitabımız? Buradadır. Bu tarix haradaydı? Cəvahir-i İslam. Burada 1162-ni görürük. İsna və sittinə və miə özdə qələt yazıbdır. Bu adam bu tarixdə bu kitabı alıbdır. Yəni bu kitabın alma tarixi kitabın bu şəxs hər kəsiymiş da onun aldığı tarix ya da ki hər tarixi ki bu adam orada o zaman bir şey ölübdür ya biri doğulubdur. Hər nə bir dənə tarix yazıbdır. Kitabın alması biz yazırıq, biləsi tutaq, amma bu deyil qətən. 1162-də bu kitab alınıbdır. Bu bir tarixdə burada görürük. Gedək görək ki, bir ayrı tarixdə var mı, yox mu? Burada da bir tarix yoxdur. Bunlarda da görmədik. Qətən bunlar tarix deyil, amma bu kitabın burasında da bir tarix yoxdur. Burada bir tarix görmədim mən. Hardan o tarixi çıxadıbdır? Yazıblar 1100, onu da bilmirəm, amma PDF-də yazıbdır 1100-də bu. PDF-də də yazıblar 1100-də. Ehtimal verirəm ki, bir şey bunlar görüblər ki, mən görməmişəm. Amma mən gördüyüm tarix bu kitab yazılan xəttinə yazılmayıbdır. Amma mənim nəzərimə 1100 olmamalıdır. Bu çox qədimi olmalıdır. Niyə? Çünki çox sadə xülasə Qur'an kimi. Sadə xülasə və yoğun qələminə yazdığı. Yəni bunu göstərir ki, və kitabın özünün görsənişidir. Əlbəttə kitabın görsənişi də bir dəlildir. Nəinki o dəlildir? Mən Qur'anın bu xətdir ki, bunu yazıblar, çox yoğun xətdir. Və bu mənə bunu deyir ki, əlbəttə bunu hər dövrdə də yazmaq olar bu xətti, bu yoğunluqda, amma mənə belə gəlir ki, qələm çox yoğun imiş o zaman, bunu yazıbdır. Bu da bir şeydə dəlildir, amma mənə belə gəlir ki, çox qədimi olmalıdır, amma ola bilər ki, qədimi olmasın, bir nəfər götürsün, bu qədər xülasə də yazsın. Yəni bunun üstündə heç bir dəlilim yoxdur. Gedək bu Risale-i Tənbih-i Qeyb adında bir kitab açdıq. Buna bir baxaq görək ki, bu kitab nədir? Bunun da əvvəl elə həmişəki kimi bir qiyafəsində baxırıq, görürük ki, bunun kartonun üstünə gön çəkilibdir. Göndə iki rəngdədir, bir qırmızı, bir qərə. Dövrəsinə də bunun basma, bərcəstə basma bir nəxşəsi var imiş. Bu kitabda çox işlənibdir, bəllidir. Hətta biraz da arxası və ürcləri biraz cırılıbdır. O oradan görsənir. Bu kitab yenə Süleymaniyyə kitabxanasında İstanbulda saxlanır. Bu cildi açdıq. Birinci səhifəni açıbdır. Burada da yazıb 2. Əlbəttə bu tərəfdə yazıb 1. Burada biz bir ərəbcə ilə qarşılaşırıq. Birinci səhifənin yazısında əlbəttə. Bu davam edir və burada tarix də görürük.
1111 Hicri qəməri burada kitabın içində görsənir. Əlbəttə burada PDF-in başında yazıblar. Bu kitab 32 səhifədir və 1017 qəməridə yazılıbdır. Amma o şey ki, mən bu kitabda görürəm, bununla cür gəlmir. Bu birinci səhifə ki görürük, bu kitab deyil. Bunu kitabı alan alıbdır, yazan yazıbdır, satan satıbdır və bəlkə də nüsxədir. Bunu da deyim. Bəlkə o əsli kitabdan bir nəfər götürüb üzün yazıbdır, satıbdır. O kitabın bu adam ki alıbdı kitabı, indi nüsxəni alıbdı ehtimalən, o burada bir tarix qoyubdu, 1111. Yazı 1117 ola bilməz. Əgər mən bu kitabın sahibiyəm, bu kitabı almışam, bu kitab neçə il bundan qabaq çap olubdu, yazılıbdı, hər nə mənə nəsx olubdu. O indi mənim əlimə gəlir. Əgər mənə onda bir mətləb yazırsam, oğlum da olubdu, qızım olubdu, Allah rəhmət eləsin, dədəm ölübdü, onun tarixini o kitabda yazmışam və bu kitabda bir tarix qoymuşam ki, PDF-də yazılan kitabdan 6 il öncədir. Onda bu kitab PDF-dəki kitab düz deyil. Bu birinci dəlil bu ki, bu kitab 1017-də yazılmayıb. Çox qabaq yazılıbdır, amma bu kitabı alan yazıbdır ki, o adam ki, burada yazıbdır, ərəbcədə yazıbdır. Bu yazıb ki, 1111-də bu kitabı çeylib. İndi baxarıq, görürük bunun adı nədir falan, ona da baxarıq. İkinci səhifəsində, yəni üçüncü səhifədəki yazı var. Təəssüflə, əmdən və bilə-bilə bir şeir yazılmışmış, özə türkcəymiş. Bunun üstünə həm xət çəkiblər xudkarla. Bu bir dənə döktür var idi. Həkimzadə idi, Həkimpur idi, nə idi bu fars? İngilistanda getmişdi kitabxanalarda. Əski əlyazma kitabları alıb, onların bəzi səhifələrin İran və farsların nəfinə faydalarına olmağı üçün cərrahlıq kitabı ilə kəsib, çıxadıb onu cırıb tualetezada tökülmüş, sifonu çəkilmiş, gedirmiş. Burada da belə bir şey görünür ki, bu şeirin üstünə həm xudqar çəkilib, yəni soralar, həm də sonra bunu bir pambıq ya bir parçanı isladıblar, onu silmağa çalışıblar. Onun üçün bu şeir 2 bölümdən ibarətdir. Birinci bölümü azdan çoxdan qalır, bilinir. Amma ikinci bölümü kamilən silinibdir, əlbəttə. Əlbəttə, bəzi insanlar bunu oxuya bilərlər, özəlliklə, bəzisini əlbəttə oxuya bilərlər, hamısını yox, özəlliklə də bunun o polisin şeyləri var ki, bəzi yazıları kağız yansa da oxuya bilirlər, nə bilim, yəni əzilməsə, üstünə rəh tökülsə, addaşı rəngi təşxis verə bilirlər. Ehtimalən buna rəh, məsələn, bir işıq salsan, bir növ işıq salsan, bunun addaşı rəngi özün biraz görsədər, bəlkə o formullarla, planlarla oxumaq olar. Kitab burada başlanır. Kitabın adı Haza Risalihi Tənbihul Qeybi fi Rüyətin Nəbi sallallahu aleyhi və səlləm. Kitabın adı nədir? Birinci kitabı oxuduq, qutardıq. Çox da uzun bir kitab deyildi. İkinci kitab. Ad Tənbih Risale-i Tənbihul Qeybi. Risale-i Tənbihul Qeybi. Əl-Qeybi. Tamam. Burada bir tarix gördük, amma axtarırıq buna bir tarix taparıq. Kitabı səfhənin heç yerin boş qoymayıblar. Yəni bu mənzurum belə gəlir, mənə belə gəlir ki, bu kitab çox soralar yazılıb özü də. Burada dedi ki 1111-də dedik odur. Burada da yazılıb 117. 117 deyil, 111 də deyil. Qətlən bu kitab çox qabaq yazılıbdır. Amma elə yazılıb ki, güya məsələn indi yazılıb. Çünki o zamanlar kitab baha olduğu üçün kitabın dövrəsində yer qoyurdular ki, oxuyan yazsın. Bu adam kitabda yer qoymayıbdır. Və bəllidir ki, birinci nüsxə deyil, ikinci, üçüncü nüsxədir. Çünki birinci nüsxə olsa gərək bunun çoxlu yerlərində o yazan qələt silə və yaza. Eyni halda təmiz olmaz, çünki çox xoşxətt olmaz. Birinci yazı məmulən xoşxətt olmaz. İkinci yazı, üçüncü yazı, yəni üstündən nüsxə götürülə,
O xoşxətt olar və gözəl. Bu da gözəl xoşxətt yazıldığı üçün bəllidir ki, bu şeydir. Yəni birinci yazı deyil o kitabdan, nüsxədir. Bəzi kəlmələr görürük qırmızı yazılıbdır, bəzi kəlmələri, burada bir kəlməni görürəm, buradan gəlmişəm, üstünə xətt çəkibdir. Üzərinə yazıbdır ki, xətt çəkibdir 2 dana. Yəni bu xətt şeydir. Bu o dediyimiz olur. Bəzi kəlmələri qırmızı yazıbdır, bəzi kəlmələri üstünə, başına qırmızı xətt çəkibdir. Calibdir, bunu zahirən elə bir ki, İmam Məhəmməd şeydə gördüm burada. Əbu Hamid Qəzzali, İmam Məhəmməd Əbu Hamid Qəzzali rəhmətliğin da istinad eləyibdir. Bu kitabı oxumaq calibdir. Bu kitab da 32 səhifəlik bir kitabdır ki, PDF bunu 16 səhifədə göstərir və mən bunu diqqətlə baxıram. Axirində oxuyaq görək ki, bu nə yazıbdır. 2 dana burada tarix görməliyik ehtimalən. Onu mən gedim bu axirdə yazıbdır ki, və mələikə dəxi kəndüyə müştaq olurlar və necə biçarəyə şəfi olmaq mənsəbinə ya müsibətinə ehtimalən də ola bilər, mənsəbətinə beləsi də ola bilər, vasil və nail olur. Allahümmə ərziqna və əfü ənna və əxfir lənə və li valideyna və li cəmi'il mu'mininə vəl mu'minat vəl müsliminə vəl müslimat əl-əhyai minhum vəl ənvat innəkə qəribun mücibud dəvat. Sən yaxınsan və istəklərin cavabını verərsən. Ya qaziyəl hacat, hacətləri, istəkləri yerinə gətirənsən. Təmmətür risalə və unullah Teala. Burada qutardı. Burada tarix qoymadı. Amma burada yazıb ki, şərəf-ü şəms budur. Çərşənbə cəmadül əvvəl. Şərəf-ü şəms budur, bilmirəm yəni nə demək. Çərşənbə cəmadül əvvəl 17-sində tulu-i şəms mururində saat dəqiqə 56, saat həttəmən 17 saat olacaqdır. Dəqiqə 56 fiyuzi saat ilə ehtimalən fiyun saati ilə 3 saat dəqiqə yenə silinibdir. Bu ehtimalən bu adam xətt ayrı xəttdir. Əlbəttə bu xəttə çox yaxındır. Bunun bir uşağı zadı olubdur. Ona bu şeyi yazıbdır. Bu da bunu görürsəndir ki, ehtimalən bu bir böyük ailədən gəlməkdir. Son səhifəyə baxaq. Orada bir şey yox idi. Tarixdə kitaba ilgisi yox idi. O başqa bir şeydir, amma bir tarixdir. Hər halda burada da bir tarix qoyubdur. Təəssüflə o tarixdə də ili qoymayıbdır. Fəqət saatla dəqiqəni qoyubdur. Bir də ehtimalən bu Cəmadül əvvəlin 17-si olduğu üçün, məsələn, çərşənbə günüymüş özü də Tulu-i Xurşid mururində 17 saat və dəqiqə. Burada yazıb dəqiqə 57 fiyun saati ilə 3 məsələn. Saat yenə 3, dəqiqə burada silinibdir. Hər halda bu da o haqdaydı. Tarixdən buradan bir şey görmədik. Qeydaq ki, bu kitabın əvvəlinə. Görək ki, bu kitab nələr deyir. Əvvəl bu ərəbcəyə baxsaq, görək bu ərəbcədə nə yazır. Hər nə mənədir yarımçılıqdır. Yəni bunun əvvəlindən bir səfə qopub gedibdir. Bunu beləsi deyə bilərik. Niyə? Çünki kəlmə hurufha el-ərəbiyyətə və kətəbətəha əla vəz'i fi leylətin yəkunu əl-qəməru fi borcin həvaiyyun fi şəfəqəti niyyətil vəl-qəmər. Ehtimalən beləsi oxuyacağım. Mən ərəbcəm o qədər güclü deyil. Hər halda deyir ki, bunu Cibril gecədə yazıb bu kitabı. Ya bu sözü, nə mənə? Həvaiyyə və şəfəqən vəl-fəcr fi zalikəl buruci müttəsilin və ətharidi və qəd yəkun ittisaluhu ittisalə məvəddəti və təbəxxuri bil buxuril ma'rufi bi cəmami'il ərvahi və huvəlləzi yusamma ində ərbabil qərayimi bi cəmril kəracim
becemril keracim. Bu da ehtimalen o tilismlər haqqında zadında bir sözlər deyəcəkdi. Mənim savadım bunun düşüncəsinə çatmadığı üçün gedim o birisi səhifədə görüm bir şeylər yazıb da yox. Bu tarix ki buna yazıbdı, bunu oxuyaq görək bu tarix nə deyir. Bəlkə etmə bəhana enəqlər bi vəhc ləkə bi ətrafil təlvihi və fil işarati ma ya'ni ma yughni anil kəlami və mən yettəqillah yec'al lehu məxrəcən və yüzgəd min baş tapılmıram nədir? Heysu la yəhtəsib və yərzuquhu min heysu la yəhsəb vallahu yəqulul haqq və huvə yəhdil səbil və ha ənə vəzə'tu ləkəl əsma'a saniyen və duaha və xatəmuha المتوفقی به ما ذکرناه لک و هو هذا کما تراه و هو رسوم لک. Burada tarixi qoyubdu. Dediyim kimi 1111-i qoyubdu bura. Bu kitab bu zamanda yazılmışmış. Bu adam özü bunu qoyubdu. Davamında da bir ayrı və huvə hazəl mübarəki təqulu Allahümmə inni əsəlükə bilhâil muğufəti min ismikəl azimi. Bu qismət dediyim kimi bəllidir ki adam yazıb, çünki qələt də burada yazıbdır. Və bis salasi qəsiyyü min ba'dha və bil əlifil müqavvimi və bil mimil təmisil abtari və bis səlmil və bil ərbəətilləti hiyə kəəlifi bila mu'səm və bil hail məşquməti vəl vavil muəzzəm surəti ismikəl kərimil əzəm əsəlükə ən təsəlliyə əla seyyidina Muhammedin və alih bəədədi kullu hurufin cəra bil qələmi və ən təqza hacəti və təsmiha biha kəza və nüsəmmiha bi kəza və kəza. Burada niyyət eliruq, niyyəti qoyuruq. Və in təqza hacəti və nüsəmmiha adların niyyətimizi deyiruq. Mən niyyət elədim, inşallah sizlər də niyyət eləyin, mən bunu oxuram. Allah niyyətlərimizi qəbul eləsin inşallah. Və hazihi sifətuhul xatəmi vəl vifqi əl-məzkuril mütəqəddimi zikruhu fəəfhəmə ترشد وإيزا يلا هذا الوفق الشريف المبارك 7 أحرف من حروف الهجاء وهي من سواقط الفاتحة الشريفة لكل حروف منها اسم من أسماء الله تعالى يلي الحروف المعجمة المذكورة التي بيانها في الموفق الشريف وهي كما تراه فأفهموا بالرشد. Burada da qurtarırdı o qisməti də ki, yazıbdı şey üçün, şeir üçün təəssüflə o da münteha qətlün həbibi cəldi tuba midir. Türrələr sümbüli ruhun bürün gülü rənamidir. Bərci gülü rənamidir. Münteha qəddün həbibi əlbəti tuba midir. Burada bir şey yazıb oxumur. Deyirəm, qələrləyiblər onca. Türrələr sümbüli ruhun bərci gülü rənamidir. Məzhəfi eşqündə sabit o içi xalisiyəh qışlərini yasinə müşkin nöqtəyi ziba müdür. Böyle bir şeirmiş, heyif ki bu qisməti oxunar. Yəni biraz adam zora çalsa özün oxunar. Sən yeşillər gedər Gəncəyi qalanı oxunmur.
zənn edib deylərsən nə mənə oxunmur. Mumiyanından. Tamam, yani burada o hala burada gene biraz azdan çoxda bu bölüm oxunur. Bu birisi bölümü kamilən siliblər. Çox da gözəl şeirmiş. Həm mənası gözəldir, həm özü. Amma gedək kitabın əslinə. Yəni buradan oxuduqlarımız kitaba ilgisi yox idi. Kitabın özünə bir baxaq, görək ki nə deyir? Haza risalihi tənbihül qeybi fi ru'yetin nəbiyyi sallallahu aleyhi və səlləm. Həzrəti Muhammed sallallahu aleyhi və səlləmi görməyi nə cür olubdu? Onun haqqında bir kitab yazıblar. Adı Tənbihül Qeybi. Bismillahirrahmanirrahim. Həmd bi hədd sənai layət ol hayy və daim və əbəd və fərd və qaim və səməd və səmədi ləm yəlid və ləm yulad və ləm yekun ləhu kufuven əhədə həzrətlərinin zat-ı pak sərmədinə layiqdir ki didar Əhməd Muxtari illət dövlət əbəd peyvənd və rüyət cəmal ba kəmali ümmətinə səbəbi mədəd və iki cahan səadət və izzətinə sənəd eylədi. Sallallahu aleyhi və alə alihi və sahabihi salatan la yəhsihə hasrun və la ədd. Onu hesar və saymaq onu tutmasın. Beyt. Az ruy vəslətün arzuy vəslətün getməz gögüldən bir nəfəs. Ya Resulullah cəmali ba kəmalun qıl nəsib. İki aləmdə muradım budurur ancaq həmin kim müyəssər ola vəslət bu cəhanda ən qərib. Ehtimalən şeir burada qurtarır. İki aləmdə muradım budurur ancaq həmin kim müyəssər ola vəslət bu cəhanda eyni ən qərib. Və bəd. Qutardı. Orada beyt qutardı. Bəd. İş bu fəqir və dərdmənd və həqir müstəmənd qəlilül bizaə və heylüs sənaə şeyxül hərəm el-Muhammedi. Adı el-Muhammedi şeyxül hərəmil Muhammedi. Həzrət Muhammedə burada işarə edir. Xadimi füqərail hərəm Əhməd Yusuf ibn Yəqubil xəlvəti. İndi bu kimdir? Yazar kimdir? Yazarın adı burada dedi. Yazar. Bunu əlbəttə axtarıb tapmaq olar ki, bu kimdir? Xadimül hərəm, bu adı şey deyən işlədiyi Xadimül füqərail hərəm Əhmədi Yusuf. Yusuf Əhmədi olacaq da Əhmədi, mən də beləsi yazım. Əhmədi Yusuf ibn Əhmədi Yusuf ibn adı ilə beləsi də ərəbcə ehtimalən Yəqubil xəlvəti Yəqub əl-xəlvəti. Həfəzallah ənil afəti. İndi mən bu ki, əvvəl görək ki, belə bir adamı tapa bilir ya yox, bu ChatGPT-dən və şeydən soruşa bilirik. Görək ki, nə deyir? Əhmədi Yusuf ibni Yəqubi əl-xəlvəti kimdir? Hangi tarixdə yaşamış? Bunu mən buradan götürüm. Eyni halda həm bu ChatGPT-dən bunu soruşaq. Aha, bunda iştibah yazmışıq. Nə idi bunun adı? Əhmədini yazmamışım. Əhmədi. Tamam. Bunu buradan götürək, aparaq burada. Google-da görək ki, Google bizə bunu Gemini nə deyir bunun haqqında? Gemini
Tamam, görək ki, bu cümlə nə deyəcək də, əvvəl buna baxaq. Əhmədi Yusuf ibn Yaqub el-Xəlvəti adı xəlvəti təriqətinə mənsub bir sufi və ya şeyx olduğunu göstərir. Əl-Xəlvəti nisbəti anun xəlvətiyyə təriqəti əhlindən olduğuna dəlalət edər. Xəlvətiyyə təriqi xasə 9 və 10 hicri əsrdə, miladi 15 və 16-cı əsrdə. Bunu deyim ki, 9 deyəndə yenə 801, 802 oradan başlanır ta 900-ə gəlinəcən adına deyilir 9-cu əsr. 10-cu əsrdə 900, 901, 2, 3, 4, 999-a gələndə olur 10-cu əsr qutarır, 11-ci əsrdə 1000-dən başlayır. İndi bu deyir ki, bu adam 9-cu və 10-cu əsrdə, yəni 800-lə 900-lər arasında yaşayıbdır. Yaşaya bilər. Çünki deyir o zaman bu təriqət adım bilmir. Yəni özünü doğru müstəqim getmədi. Anadolu, Azərbaycan və Şam ətraflarında yaşayılmışdır. Bu səbəblə Yusuf ibn Yaqub Xəlvəti namı ilə tanınan bir şəxsi də qalibən 9-10 hicri yaşamış olması möhtəməldir. Cavab verə bilmədi. Buna biz bir az ittilaat versək ki, bu şəxs hərəmi Həzrəti Muhammed məqam sahibi imiş. Görək ki, bir şey deyə bilir, yoxsa yox. Görək ki, bu Əhməd Yusuf ibn Yaqub Xəlvəti yoxsa ümumi adıyla Yusuf Əhmədi Xəlvətiyyə təriqinin böyük şeyxlərindən və sufi dünyasının önəmli simalarından biridir. O, Xəlvətiyyə yolunun, Əhmədiyyə qolunun qurucusu sayılır. Bu biraz məlumat verdi. Bu böyük arifin haqqında əsas bilgilər bunlardan ibarətdir. Kimliyi və yaşayış dövrü. Yaşadığı dövr 16-cı miladi əsr sonları və 17-ci əsrin əvvəllərində yaşayıb, dəqiq ölüm tarixi bir çox qaynaqda 1621 miladi 1030 deyir ki, 1030-da olubdur. Hicri ili qeyd olubdur. Ölüm saati 1030 hicridə ölübdür. Əsli və yeri. Əslən Misirli olub və yaşayışının çoxu Qahirə şəhrində keçib. O dövrünün göz və açıq və bilgili alimlərindən idi. Gözü açıq, o dövrünün gözü açıq, bilgili alimlərindən idi. Bu Misirdə olmadığı üçün, hərəmdə olduğu üçün gərək bunu deyəydi. Yusuf Əhmədi Xəlvətiyyə təriqinin məşhur şeyxi Dəmirdaş Məhəmmədin məktubundan bəhrələnib və özünə məxsus bir yol cızaraq Əhmədiyyə Xəlvətiyyənin bir qolu təriqini genişləndirib, onun yolunda zikr, xəlvət və nəfs tərbiyəsi on plandadır. Önəmli nöqtələr. Hər halda bu da dedi ki, odur, bu deyil. Bu da deyil. Çünki o şeydə uğraşır. Bu da onu bilmədi. Görək buna bir şey. Əgər Əhməd Yusuf ibn Yaqub Xəlvəti hərəm Həzrət Muhammed sallallahu aleyhidə məqam sahibi olmuşdursa, bu təbir adətən şu mənilərdə kullanılır. Ruzi-i mütəhərə ya Məscid-i Nəbəvidə məxsus məqamda xidmət edən şeyx ya zakir, hərəmdə tədris, imamət ya irşad vəzifəsi olan sufi, xəlvətiyyə təriqəti adı ilə hərəmdə həlqəsi olan bir şeyx, Osman dövlətinin xüsusən 10 və 12-ci hicri əsrdə Mədinə-i Münəvvərədə təriqəti şeyxulərinə rəsmi vəzifələr verildiyi məlumdur. Xəlvətiyyə şeyxləri də Hicazidə mövcud olmuşlar. Lakin məşhur və kəbir təzkirələrdə bu ism çox məruf bir Mədinə-i şeyxi sifəti ilə məşhur görünmür. Bu səbəbdən ehtimalən 11 ya 12-ci hicri əsrdə yaşamış məhəlli bir xəlvəti şeyxi olmuş
ya Mədinədə xəlvətiyyə zaviyəsində xidmət etmiş. Tamam, bir şey məlumat verə bilmədi. Məncə heç birisi doğru deyil. İlla bunu da götürək buradan aparaq. Yenə bu Cimnayda qoyaq. Görək ki, Cimnay bunu bir şey ilavə edir ya yox. Əlbəttə buna bir dənə də məlumat versək, bəlkə daha yaxşı olar. Deyək ki, bu şəxs bu şəxsdən bir əl yazma kitab qalıb ki, adı nədir? Tənbihul Qeybi, Risale-i Tənbihul Qeybidir. Görək ki, bundan bir şey verə bilir. Əcəba bundan bir şey versə çox yaxşı olar. Gedək, indi bunu da eləcə Cimnaya qoyaq. Biz də Cimnaya şey yükləyək də, yəni məlumat yükləyək. Bilsin ki, belə bir adamlar var. Və hər halda biz bilirik ki, bu kitab o Cadu Cəmbəl bölümü idi, əgər səhv eləmirsəm. Bir də baxım ora. Cadu Cəmbəl bölümündə tarix qoyubdur 1111. Yəni ələn bunlar dedikləri ilə cür gəlir. Yəni bu kitab ehtimalən 10-cu əsrdə yazılsa, ki görürük 1111-də yazılır, yəni 10-cu əsrdə yazılır. Bu o zaman yazılsa, bunlar dediyi ilə bir cürə tarix cür gəlir. Yəni doğru deyə bilmirlər, amma bir cürə Risale-i Tənbihül Qeybi adlı bir əlyazma kitabın Əhməd Yusif ibn Yəqubi Xəlvəti tərəfindən yazılmış olması onun təsəvvüfi və irfani bir şeyx olduğuna dəlilidir. Unvandan anlaşılır ki, Xəlvəti təriqəti Anadolu və Hicazda xüsusən 9 və 10-cu əsrdə, yəni 800-də 900 hicrilərdə və daha çox 10 və 12 hicridə 900 ta 1100-ə qədər. Yəni bu 400 il içində 800-lər, 900-lər və 1000-lər, 300. Bu zamanlarda deyir ki, bu 800-lər, 900-lər, 1000-lər, 1100-lər, 4. Bu 4 əsrdə, yəni bu 400 ilin içində onlar var imişlər. Qalibən 11 və 12 hicri əsrdə təqribən burada bir şey yenə də yazmır. Görək ki, istirdim birdən bu şeyə baxam, görüm bu nə yazıbdır. Bəli, tamamilə doğrudur. Risale-i Tənbihül Qeyb yoxsa bəzi qaynaqlarda Tənbihül Qeybi. Mən qeybi yazmışam da burada. Yusif ibn Yəqubi Xəlvətinin ən önəmli və etkili əsərlərindən biri sayılır. Bu əlyazma əsər sufiyyə ədəbiyyatında özəl bir yerə sahibdir. Bu kitab və onun məzmunundakı önəmli nöqtələr bunlardan ibarətdir. İndi mən istəyirəm ki, bu adamın yaşam tarixi haqqda bir bilgilər varmı? Görək ki, bu haqda da bir şey gətirə bilir. Bununla bağlı sözünüz çox yerindədir. Çünki bu böyük arifin yaşayış tarixi haqda qaynaqlarda böyük bir önəm var. Əhmədi Yusif ibn Yəqub Xəlvətinin yaşayışı əsasən 11-ci hicri, 17-ci miladi əsrinə aiddir. Onun həyatı və ölümü haqda dəqiq bilgilər bunlardır. Ölüm tarixi çox etibarlı qaynaqlarda onun ölüm tarixi 1030 hicri deyilibdir. Pəs bu olanda olur 9-cu əsr. Yox. 9-cu əsr. Bu 9-cu əsr hesab olur, amma burada dedi 10-cu əsr axı. Miladi təxminən 1621 ili ilə qeyd olub. Hər halda 1030-da deyir bu adam ölübdür. Bu adam da əgər deyək ki, ömrünün elə bu 30 ilin öncəsi, yəni məsələn 1100-də
Mində, üzr istəyirəm, mində zadda yazsam, bu arada, yəni deyək ki, bu kitab bu adamın ömrünün sonlarının kitabıdır. Hududən bu kitab 400 il bundan qabaq, 450 il bundan qabaq, hududən 400 ilə 450 il bundan öncə yazılmış bir kitab tuta bilərik. Ən azı budur ki, 410 il bundan qabaq bu adam ölübdür. 417 il bundan qabaq bu adam ölübdür. Allahın rəhmətinə gedib. Allah rəhmət eləsin, ruhu şad olsun. Bu kitabın yazılma tarixi də bir 10 il ömründən qabaq, ölməmişdən qabaq yazsa, 20 il qabaq yazsa, gedər çıxar ora. Yaşayış dövrü o Osmanlı dövrünün ən parlaq təsəvvüfi dövrlərindən birində yaşayıb. O zamanlar xəlvətiyyə təriqinin müxtəlif qolları Misirdən İstanbula və oradan Hicaza qədər geniş bir coğrafiyada nüfuz sahibi idi. Mədinədəki huzur o ömrünün önəmli bir hissəsini və son illərini Mədinə-i Münəvvərədə keçirib və elə orada da vəfat edərək böyük ehtimalla Bəqi qəbristanlığında dəfn olunub. Tənbihül Qeybi, burada qəbi yazıbdır. Risaləsi haqda bir nüştə. Sizin işarə etdiyiniz Tənbihül Qeybini mən iştibah yazmışam ehtimalən. Qəbi yoxsa Tənbihül Qeybi əsəri onun elmi və irfani yönünü sübut edən ən dəyərli yadigardır. Bu kitabda o irfan yolunda olan şübhələr və yanlış anlayışları aradan qaldırmağa çalışıb. Maraqlı bir nüştə. Tarixlə eyni adda, yəni tarixdə ehtimalən eyni adda Tənbihül Qeybi başqa əsərlər də var. Məsələn, Cəlaləddin Suyutinin İbn Ərəbi haqda yazdığı məşhur risalə. Amma Yusuf İbn Yəqub Xəlvətinin əsəri tamamilə xəlvətiyyə adab və ərkanı və suluk yolları üzərinə qurulub və öz özəl tanınmışlığı var. Sizdə bu əsər əlyazma nüsxəsindən bir şəkil və ya təsvir varmı? Əgər varsa, onu xətti və ya yazılış tərzini haqda danışa bilərik. Tamam, mən bundan bir əks salım, göndərim buna, bu Google bunu saxlasın. Yəni, bu bir fürsətdir ki, bu işi görək. Gedək burada bu kitabı görək gətirəcəkdik bizim edit eləyək. Mən bunun bir səhifəsini qoyum ya iki səhifəsini qoyum. İki səhifəsini qoyum, heyifdir. Burada aha. Tamam, bunu bağladıq. Bunu da bağlayaq və gedək görək ki, burada bu kitabı nə cür qoyacaq bura? Gələcəyik buradan. Bunu açacaq və buradan bu əksi, bu deyildi. Buradan bunu vuracaq və upload eləyəcək bura. Upload oldu və getdi. Görək bu kitabın haqqında nələr bizə deyə biləcəkdir, amma biz özümüz oxuyaq bunu. Çox gözəl. Xadimül Füqəra ilə Hərəmin Nəbəvi Əhməd Yusuf ibn Yəqub Xəlvəti, bu cümlə sizin dediyiniz hərəmdə məqam sahibi olmaq fikrini tam təsdiqləyir. O, Mədinədəki yoxsulların və dərvişlərin xadimi şeyxi olduğunu ifadə edir. Yaşayış tarixi. Mətndə çox maraqlı bir tarix işarə var. Mən ona baxmadığım üçün deyir ki, o dövrün padişahına dua edərkən Əs-Sultan ibn Sultan Murad xan adını çəkir. Bu Sultan Murad-ı Çaharrum 4-cü Muraddır ki, 1623-1640 miladi illərində hökumət edib. Bu da bizə göstərir ki, bu risalə 17-ci əsrin ilk yarısında yazılıbdır. Əsərin adı Şiklin. Şiklin ən başında qırmızı mürəkkəblə yazılıb. Haza risalə Tənbihül Qeybi fi rü'yətin Nəbiyyi sallallahu aleyhi və səlləm, bu Peyğəmbərin rüyası haqqında
qafilləri oyatmaq risaləsidir. Bu nüqtə tamam beləsi davam edir. İstərsiniz bu səhifədəki hekayələrdən tamam. Özümüz bunu indi oxuyaq, görək ki, nə yazıbdır. Oxumamışdıq, ona görə o şeyləri də fəqət getdik bu adamı görək ki, Allah rəhmət eləsin, nə yazıbdır. Dedi ki, iş bu fəqir və dərdmənd və həqir müstəməndi qəlilül bəzaə və hilus sənaə şeyxül hərəm el-Muhammedi xadimül füqəra'il hərəm Əhmədi Yusuf ibn Yaqub el-Xəlvəti. Hərəm Əhmədi, bu da adı deyil, Yusuf ibn. Mən iştibah yazmışam. Xadimi füqəra'il hərəm Əhmədi. Bu bunun adı deyil. Yusuf'dir bunu. Hərəm Əhmədi. Mən iştibah oxumuşam. Əslən oxuyanda iştibah oxumuşam bunu. Yusuf ibn Yaqub Xəlvəti. Bunun adı odur. İştibah. Mən bunu təsih eləsəm indi hər şeyi gərək təsih eləyəm ta bu buradan düzələ. Bunu düz eləyə. Buradan bu yüzə hamısı beləsi düzələ. Bu Əhmədi sözünü əgər silsəm tamam, tazaşdan gərək hər şey bunun üstündə gedə. Yusuf ibn Yaqub Əhmədi, mən iştibah, bu ismi Xəlvəti təriqəsinə mənsub bir sufi şeyx olduğunu göstərir. Əl-Xəlvəti nisbəti Xəlvətiyyə təriqi ilə Xəlvətiyyə təriqi 814 və 915 əsrdə Azərbaycan və Anadolu həvalisində tamam beləsə həman ittilaatı tazaşdan bir daha verməyə başladı. Adını iştibah yazmışdım, onu düzəltdik. Çünki deyir xadimi füqərai hərəm Əhmədi adı Yusuf ibn Yaqub Xəlvəti Həfəzəllah ənil afa. Özü yazmayıbdı. Özü yazmayıbdı bu şeyxi, çünki dua edir, özün dua eləmir. Bir ayrısı yazıbdı, o dua edir, amma onun nəzərini yazıbdı. Yaqub Xəlvəti Həfəzəhullah ənəl afati vəl fitnəti. Şul vaxti ki şərəfi xidməti seyyid validəm, yəni atam, oğlu yazıbdı. Sallallahu teala aleyhi və səlləm ilə müşərrəf və müstəsəd oldum. Dedim ki, bu neymət-i uzmaya vasitə və dövlət-i uqbaya rabitə olan dövlətli və səadətli padişah aləm pəlah ədaməllah izzəhu və əbqahu və ədəllə mən dəllə ələ xilafihi və ədəllə əzəllə. Həman əzəl sözüdür. Ərəbcədə biraz diya yaxın deyilir. Türkcədə bunu d ilə yazır. Və ədəllə, yəni həman və ədəllə mən dəllə ələ xilafihi və adahu. Adah fikirəm düşmən olacaqdır. Və adahu xadimül hərəmin lazımül kərəmin hamiyə ərbab sidq و sidad və mahiyə asari ملودی و الاناد آفتاب عالمتاب اوجی و رفعناه مکانا علیا و لقد اسفیناه فی الدنیا الذی اختص ذکره بین السلاطین فی منبر سید المرسلین السلطان ابن السلطان السلطان مراد خان رفع الله قدره. Sultan sağ da oldu Sultan Murad Xan. Sağ Sultan Murad Xan. İndi bu Murad Xanın kamil bir Murad yoxdur. Ona görə bunu hardan gətirir deyir ki, o şeydir, 4-cü Muraddır. Onu gərək axtaraq tapaq, görək ki, bəlkə 4-cü Murad deyil. Sultan Murad Xan rəfə Allah qədrə əlamihi və a'lamuhu və a'lamihi qəd rəfə Allah qəd a'lamuhi hü və bəsətə fil ərzi ədləhu və əhkaməhu və zadə şərəfən və kərəmən və məhabətən تعظیما و تعظیما و مجدا و برا و رفعتا و تکریما حضرتlerine به طریق الهدیت bir töhfe-i nəbəviyyə irsal edib, yazıb göndəribdir. Bu bəhanə ilə astanəsinə ərz hal bir pürməlal edim. Bu niyyət ilə kəlam-i qədim Rəbbanidən təfəül və qovl-i kərim Subhani ilə təvəssül qəsd edəcək. Bu
bu ayet-i kerime varid oldu. Və ləqəd kətəbna fiz-zəburi min ba'diz-zikri ennel ərzə yerusəha ibadiyyəs-salihin nəzmi şərifinin mənayı lətifinin tədəbbür və fəhvayı mənifin təfəkkür edərkən təzəkkür olundu ki, Haqqı Subhanəhu və Teala'nın bu qoli kəsir-i tavlində padişahımız Sultan Murad Xan bunda burada siliblər, bildir eləyiblər ki, Murad Xan kamil oxunmasın. Murad Xan Həzrətlərinin zamanı viladətləri tarixinə işarə və səlah diyanətləri ilə səltənət rüb-i məskunə və rəasətlərinə bəşarət olə. Zira zikri ləfzi hesab olunsa 951'dür. Ah tamam, tarihi yazıb burada, niyə bunu deməyibdi? Tarih yazıbdı. Dedi ki, zira zikri ləfzi hesab olunsa 951'dür. Bu təqdir üzərə 951'dən sonra mütəvəllid olan kimsənə salih gördüm. Pəs 900, hər kəs 951'dən sonra, yəni o ildə doğubdu, ona deyir ki, salih gördüm. İndi bu 951. Deyək hələ 951'i burada gətirdi. 951 hicri qəməri bunu gətirdi. İndi bu 900-cü il, yəni 8-ci qarnında doğulubdu. Kitab bu zamanda yazılıbdı. Yəni ola bilər ki, məsələn deyək ki, 951'də yazmır, 980'da yazıb, 990'da yazıbdı. Məsələn deyək, 1000'də yazıbdı. Yəni gedir bu tərəfə. Yenə kitabın kitabın üstündəki yazmışdı 1111, o birinci, ona yaxın ola bilər. Yəni ondan da çox da uzaq görünmür. Belə görünür ki, bir bəyaz pənbədən qəmis girdi, ciyərdi ya, girdi. O önündə sureyi, işte o bəyaz qəmis ki, palça ki giymişdi, girdi. Önündə sureyi və zuha və ələm nəşrüh ləkə oqudum. Yazmışmış, o şeyin üstündə bu surə yazılmışmış, parçanın üstündə. Bəni qoçdi, oqudum. Bəni qoçdi, ya nəbi qoçdi, ya bəni qoçdi. Və əmma bi ni'məti Rabbikə fəhəddis. İmam Sərvəri, İmam Əbu Hənifə mənaqibində yazar ki, İmam Əbu Hənifə rəhmətullah Həzrətə gəlib Əssəlamu aleykə ya seyyidül mürsəlin dedi. Yəni gedibdi Həzrət Peyğəmbərin qəbrinə. Dedi, qəbri şəriflərindən səda gəlib aleykəssəlam ya İmaməl Müslimin denildi və hazır olanlar eşitdilər. Allah Allah. Hikayət olunur ki, bir şərifə xatun var idi. Daima Həzrətin qəbri şəriflərinə mülazimət edərdi. Bəzi xuddam ana əza eyləyib hərəmdən ixrac qəsd etdilər. Əza yəni əziyyət. Əza eyləyib o xanıma hərəmdən ixrac qəsd etdilər. Resulullah aleyhisselam'dan nida gəldi ki, ya şərifə səbr ilə, mən sənin cəddünüm. Cəddü kim? Səbr ilə. Həman mən sənin cəddünəm. Mən səbr ilə, mən sənin cəddünəm həman. Cəddünəm səbr ilə. Hər mənzilə ərişdim, 3 gün səbr elədi. Ol əza ilən xadimlərin cümləsi dəfətən vahidən həlak oldular. Mən inanmadım, amma belə bir şey nəqil deyibdi. Hazreti Ali rəziyallahu anhu eydər yəni deyər. Hazreti aleyhisselami dedikdən sonra bir ərabi gəlib nəfsini qəbri şərif üstünə bırakıb başına topraq saçıb, ya Resulullah sən söylərdin, biz eşidərdik. Şimdi hal necə olur? Allah təbarəkə və teala sənə indirdici Qur'an-ı əzimində vəlau ennəhum zələmu ənfusəhum
جاءوک فاستغفر الله و استغفر لهم الرسول لوجد الله Tevvaben rahima demiştir. Ya Resulullah, ben nefsime zulmeyleyip istiğfar ederek sana geldim. İnayet ve şefaat ile hemen Gebr şerifinden nida gelip. Şefaat ile hemen Gebr şerifinden nida gelip. Kad gafaralek, yani mağfur oldun denildi. Hazır kimsələr. Burada tarix tapmışdıq. Buradan bu izədə gedir belə bir şeylərə. Amma biraz oxuyaq görək nədir. Yani mağfur oldun denildi. Hazır kimseler eşittiler. Hazreti Ömer radıyallahu anh'ı hutbede iken ya sardiye el cebelil cebel dedi. Diyari Ecem'de eşittiler. Ve ol qissenin asli budur ki Hazreti Ömer radıyallahu anh'ı Ecem memleketine asker gönderip sariyeyi serdar eyledi. Sariyeyi serdar eyledi. Asker İslam gafil yaturken kafirler öğle zamanında öğle zamanında basmak istediler. Gıybiden Hazreti Ömer radıyallahu teala anhu avazı gelip el cebelül cebel, yani tağa çıkın. El cebelül cebel, yani tağa çıkın, hemen tağa çıkıp halas oldular. Hazreti Ömer'in hutbeyi okurken ya sariyel cebel dedüken Medine-i Münevvere halkı eşittiler. Sariye Medine Münevvere'ye geldikdə hikayet eylədi ki, Sariye bir admış da ehtimalen. Eylədi ki, Cümə günü gafil iken Hazreti Ömer'den Resulullah anhü bir avaz gelip tağa erge ve verek, yoksa helak oldunuz diye buyurdu. Hazreti Ömer Resulullah anhü görmese söylemezdi. Zahir bu ki hutbede nom olmaz. Ma'lum şerif ola ki baş gözüyle gayibleri görmek müyesser ve vaki olur imiş. Hazreti Osman radıyallahu teala anhu şehit olduğu günde eyder bugün Hazreti aleyhisselamı gördüm. Zahirde bana ettiler ya Osman, seni mahsur mi ettiler, sözümü gödüler. Ne'am ya Resulullah dedim. Bana bir bardak su verdi, içtim, safa buldum. Bana etti. Eğer dilersen sana nüsret edeyim ve eğer dilersen sabr eyle bu gece ki benimle bu gece soğumini benimle iftar eyle. Hazreti Osman eyler Resulullah aleyhisselam yanında iftar ihtiyar eyledim. Ol gün Hazreti Osman'ı şehit eylediler. Bu qıssa məşhurdur. Hazreti Osman'ın mənaqibində məzkurdur. Əgər vaqiədə olsa keraməti add olunmaz idi. Kitab Mezil Şehabidə, bir tane kitaptır. Kitab Mezil Şehabidə İmadıddin eyder ki Ebu'l-Hüseyin ibni Şem'un el-Bağdadi bir gün kürsüde vaaz ederdi. Şeyh Ebu'l-Fethi el-Gavas kürsü önünde otururdu. Xabe vardı. Adam üstte danışır, aşağıdaki yatıbdı. Xabe vardı. Vaqiəsində Hazreti Resul aleyhisselamı gördü. Ebu'l-Hasan el-Bağdadi dahi kelami qət edib Şeyh Ebu'l-Fethi xabiden bidar olunca təvəqqüf eylədi. Bidar olduqda Resulullah Resul aleyhisselamı gördüğümü dedi. Gördüm dedi. Aha, bidar olduqda Resul aleyhisselamı gördün mü dedi. Gördüm dedi. Ben onun üçün kəlami qət eylədim ki,
tamam müşahidə edəsən dedi. Məlum oldu ki, şeyx vaqiədə gördükcən vaiz oyanıqlə görmüş. Mühsəl-i kəlam qəlbi təsfiyə bulsə, haləti xabi və bidari yeksan olur. Hazreti Xacə Bəhaəddin Nəqşbəndi buyurur, şeir غلام آفتابم همه ز آفتاب کویم نه شبم نه شب پرستم که حدیث خواب گویم. ترجمه: آفتابون bende tabandesiyem bi khilaf. Şeir diyeceğine Türkçe. Aftabun bendeyi tabandesiyem bi khilaf. Her ne görsem söylesem zahirdedir, yoktur khilaf. Hikayet. Şeyh Ebi Bekr el-Halevati, hemen Halveti. Eyder diğer. Mekke'de bir aziz var idi. İbn Sabit derler idi. 60 yıl idi ki Kəbədə mücavir idi. Hər sənə Mədinəyi Münəvvərəyə mücərrəd ziyarət üçün gəlib, Həzrətə həman salam verib yenə gedərdi. Axir ömründə pir olub aciz oldu. Münkəsirül qəlb Həcərül Əsvəd yanında oturarkən həman Həzrət əleyhissalam gəlib lütfü və təbəssüm ilə ya İbn Sabit pir olduğun ki qəm çəkmə. Pir olduğuna qəm çəkmə. Kaf burada nun oxunacaqdır. Sən bizi ziyarətə gəldin isə həman Həzrət əleyhissalam gəlib təbəssüm ilə ya İbn Sabit, ya İbn Sabit, pir olduğuna qəm çəkmə. Sən bizi ziyarətə gəldin isə biz səni ziyarətə gəldik. Sən bizi ziyarətə gəlmədin isə biz səni ziyarətə gəldik deyib buyurdular. Məlum şərifi olmə ki ərbabi əhvalə vaqe olan müşahidati əddi həsrə qabil dəcüldür. Xəlqün görmədiklərin görərlər və eşitmədiklərin eşidərlər. Bu zikr olunan hikayələr zahirdə görənlərdən bəzinin qissələridir. Baş gözü ilə görülmək vaqiədir. Şübhə caiz dəcüldür. Həman səy edib əvvəla vaqiədə görmək gərəkdir. Bəd tərəqqi edib zahirdə görmək səadətinə ərişmək gərəkdir. Və bil cümlə bir kərə dəxi vaqiədə görmək səbəbi dövlət-i cəhanidir. Zira axır ömründə səkerat-ı mövtüdə gəlib zahir olub şeytan imanına müsəllət olub ərzi Allah'a varis olmaq fəhm olunub min bə'd zikri ləfzinə mutabiq murad Allah'a muvafiq olur. İnşallah Teala zaman ruh pərvərləri pürfütuh olmaq müqərrərdir. Beyt نیک نامون استماع eylər Rəsul-i Kibriya, padişahi din dövlət olmağa bais budur. Hindu, Sindu, Qərbi, Şərqi, Rüb'i məskun əhlünün. Hindu, Sindu, Qərbu, Şərqi, Rüb'i məskun əhlünün tac-ı təxt-ı izz-u bəxt-ı mülk-ü nəvaris budur. Bu fali fərruh həman olacaqdır. Bu fali fərruh malidən sonra ruzi-i mükərrəmi-i nəbəviyyə əla münəvvərha şəraif-u təslim və təhiyyətdən istixarə edib varidi qeyb ilə
müşavere etdim ki acaba ne məquleyi tühfe olsa o sultanın xəzinə amirəsində iləl an mevcud olmasa ta kim ol hədiyyə fil cümlə mənzuri illiyələri olmağa layiq ola. Bu heyrətdə ikən bişarət qeybiyyə vaqe oldu ki müşahidi cemal bimisal nübüvvət panaha zadallahu şerefen ve panaha bir türki risale tertib edip mezmuni şerefi megrunun süveri ibadati tekellüfatiden tehzib ve hüsni belagati ile etraf havaşisin tezhib eyliyim. Astagul kütüb بعد کتاب الله تعالی امام بخاری اختیار اتجی احادیث شریفه المغن رؤیت متعلق احادیثی تتبعونه شروع اتجم ده سلحای اشراف یمن و فقراء سادات اطراف عدندن سید احمد الحضروی چی؟ بین الانام کرامتی ile مشهور و ولایتی ile مذکور خاص عام bir سید علل مقامدür bu حقیری ناچامه الى حاضل آن gelüp teşrif eylememiş iken ittifak Ramazan şerifin 10. günü ba'del işrak bir tegrib bir şekil garib ve acib ile gelip ya Şeyhül Harem ya Yusuf ibn Yaqub sana bişaret ola ki bu gece sülz ahiride Ceddüm Muhammed Mustafa aleyhisselami gördüm. Sana selam edip sipariş etti ki ol tesmim ettici niyeti tetmim edip inşallah Teala nefi azim ve bereketi emim olacaktır dedi ve ciddi. Hagir pur teksir dahi kalkıp secde-i şükredip İmam Bukhari ve Müslim ve Ebu Davud Hazret Ebu Hureyre radıyallahu anh rivayet ettiği hadis-i şerif ki men ra'ani fil menami feyessirani fil yegazeti ve şeytanu la yetemesselu bi hadisidir ayran edip hadisidir İran edip irah edip akli burası silinip değil bu üç kelime hadisten bu yüze ira edip akli bu kelimeler silinipdi bellidir ki əmdən silinipdi tazaşdan yazılıbdı irah edip akli sarihu akli sahihe mutabik ve ashabi mücahide ve اشواق و ارباب مشاهده و ازواق موافق کلام üzere bu hadis-i şerifin mü'zelatun izah ve ma'nayı menifinde vakı olan müşkülatın ifsah edip münasebet ile nece fevaid ve avaid dahi derc eyliyim. Ta kim ümmi olan ihvan tercümana mühtaç olmayalar. Allahu Teala Hazretlerinin lütfu emim ve aziminden ve Habib Ekrem'inin halqi keriminden tezerrü ve tevekkü ederim ki iş bu tahrir ve takrirde bu zayıfi xatadan mesun ve riyadan ma'mun edip ve didar pur envar seyyidül ebrarı aşık olan sadıklara hürmetine beni rusiyahi pürcünahi ve dahi bu saadetten mahrum etmeyip dünyada sünnetine mutabaat ve ukbada cemalin ruyet müyesser eyleye ma'lum şerif ola ki bu risaleyi bir müqəddimə ve 3 bab bir üzerinenin üstüne xat çəkibdi. Bir xatimə üzərə tərtib olunub. Tənbihul qeybi fi ru'yetin nəbi adı budur. Adı Tənbihul qeybi fi ru'yetil nəbi.
diye təsmiyə olunmuşdur. Müqəddəməyi hadisi şərifin mənayı latifi və zikr olunan ixtilafinin qavisi və zəifi bəyanındadır. Bab əvvəl. Rüyət-i nəbi nə keyfiyyət ilə olur və görünən cism latiflər midir, yoxsa ruhi şərifləri midir? Baş gözü ilə mi gördülər, yoxsa qəlb gözü ilə mi görürlər? Baş gözü ilə mi görürlər, yoxsa qəlb gözü ilə mi görürlər? Ani bildirər. Bab sani rüyətə mütəalliq olan hikayati və məşayix izamın bu xüsusidə vaqe olan əhvali və muariflərini bildirir. Bab salis rüyət-i mələikə bəzi kimsələrə bildirir. Əlbəttə bu bildirir dairəyə salıbdır. Kimsələr vaqe olub, xüsusən Həzrəti sallallahu aleyhi və səlləm zamanında neçə kimsələr gördükləri və buna mütəalliq əhadis bildirir. Xatimə. Nəbi aleyhisselamı görməkə səbəb olan xavasi və duaları və salavat-ı salami və görməkin dünyada və axirətdə mənafiin bildirir. Müqəddəmə. Bu müqəddəmədən biraz oxuyaq, gedək kitabın sonuna. Bəlkə istəyirəm görüm ki, burada bir kitab əlbəttə yazıbdır, bəli görək nədir. Müqəddəmə. Hadis-i şərifin mənayı latifi və zikr olunan ixtilaflərin qavisi və zəifi bəyanındadır. Məlum və şərif ola ki, bəzi uləmha dedilər, hadis-i şərifin mənası bir kimsənə dünyada ikən Həzrəti Nəbi vaqiəsində görsə, axirətdə oyanqılığı halində görür deməkdir. Və lakin bu məna dürüst dəcildir. Zira Muhammed ümməti axirətdə be hər hal Həzrəti Peyğəmbəri sallallahu aleyhi və səlləmi görsələr gərəkdir. Dünyada vaqiəsində gərək görmüş olsun, gərək olmasın. Axirətdə görmək dünyada vaqiəsində görənlərə məxsus dəcildir. Və dəxi hədis-i şərifin axiri ki, və la yətəməssəlü şeytanı bi ləfzidir. Rast gəlməz. Ləfzidir, rast gəlməz. Və bəzi uləma dəxi dedilər ki, hədis-i şərifin mənası Həzrətin kəndi zəmanına məxsusudur. Yəni bir kimsənə bənim həyatımda bəni görmədin, bana iman gətirsə, görmədən bəni görmədin, bana iman gətirsə və bəni vaqiəsində dəxi görsə, ana bəşarət olsun ki, qəbləl mevt zəəfi zahirdir, caizdir ki, yəni bu hədisin zəəfi zahirdir, caizdir ki, görmüş və ketm etmiş ola. Məzalik onların görməməsi qeyrə dəlil olmaz. Və lakin bu məqulə etiraz qadir mütləq əfalini bilməmək və Həzrəti Rasul əleyhisselamın kələmatını təsdiq etməmək icab eylər kəramat-ı awliyaya iqrar və etiraf edən əhl-i sünnət və cəmaət ilə bəhs əsna asandır. Amma kəramat-ı awliyaya münkir olan əhl-i bidət ilə cidal müyəssəl dəcildir. Zira sünən-i səhihə və dəlail-i sərihə ilə sabit olan qissələrə inkar edib təvil eyləyən mübtədi ilə bəhs olunmaz. İlla seyf-u sinan ilə olur. Zəvahir nusus-i qatiə davam gətirir. Görürsünüz ki, belə bir kitabdır, çox da bir gözəl yazılıbdır. Mənasını burada dedi ki, Sultan Murad 4-cü Sultan Murad zamanında, yəni şey dedi 4-cü Sultan Murad, amma bu Sultan Murada yazılıbdır. Və bu indi biz hardan bunu tapa bilərik? Bu cür tapa bilərik ki, Sultan Muradın və bu adamın. Əvvəl gərək bu adamı tapaq, sonra Sultan Muradı tapaq. Çünki bilmirik Sultan Muradın dədəsinin adını demədi. Onun üçün bilmirik ki, hangi Muraddır. Amma əgər
bu adamın özündən bir şey tapa bilsək ki, onu hangi əsrdə yaşır, eləyə bilirik ki, bu ikisinin bir-birinə təsadüm eləyib, hangi muraddır və hangi adamdır, onu tapa bilək. Çünki deyək, Məkkə-i Mükərrəmə və Mədinə-i Münəvvərəyə gedən adamların adları bəllidir tarixdə. Yəni dövlət tərəfindən ora idarəyə gedən də gediblər oranı idarə eləyirlər. Orada bir məsuliyyətləri var. Bunların adları tarixdə yazılıbdır, qeyd olubdur, bəllidir. Bunu tapmaqla eləmək olar ki, bunu görürük. Hər halda bu kitab 32 səhifəlik bir kitabçadan ibarətdir. Əvvəldən birin 3-4 səhifəsini oxuduq. Gedək bunun sonundan da bir səhifə oxuyaq, görək ki, əcəba bunun sonunda bir şeylər tapa bilər miyiz ki, bizə desin ki, bu kitab nə zaman yazılıbdır. 4 rəkət namazıdır, bir salam ilə hər rükətdə bir Fatihə 10 inna ənzəlnah oxuyub. Bu nə mənə deməkdir? Görək burada nə deyir? Hikayət olunur ki, bir dərviş salat-ı əbhəri qılıb Həzrəti əleyhüssəlami görəmədi və gəlib şeyxə sual eylə. Tamam, buradan ötürək çıxaq. Fatihədən inna ənzəlnah oxuyub və rükudən əvvəl 15 kərə Subhanallah və elhamdülillah və la ilahə illallah və Allahu əkbər deyə və əlavə rükuə varə. Bədə rükuə varə. 3 kərə Subhanallah, Subhan Rabbiyəl Azimi və 3 kərə Subhanallahi və elhamdülillahi və la ilahə illallah və Allahu əkbər deyə mənim dədəm rəhmətlik bunu deyərdi daimə. Allah rəhmət eləsin, Allah ruhu şad eləsin. Və rükuidən qiyamət durduqda səcdəyə varmədin 3 kərə Subhanallah və elhamdülillah və la ilahə illallah və Allahu əkbər bəduhu səcdəyə varə. 3 kərə Subhan Rabbiyəl Əla və 5 kərə Subhanallah və elhamdülillah və la ilahə illallah və Allahu əkbər və bədühü səcdədən qalqıb yenə səcdəyə varıb 3 kərə Subhan Rabbiyəl Əla və 5 kərə Subhanallah və elhamdülillah və la ilahə illallah və Allahu əkbər deyə və yenə qiyamə qalqıb 3 rəkəti dəxi bu uslub üzərinə tamam edib salam verə. Bədə salam 10 kərə inna ənzəlnah oxuyə və 33 kərə Subhanallah və elhamdülillah və la ilahə illallah və Allahu əkbər deyə bədə cəzallahu Muhammədən mahu və əhluhu deyə və dua edə inşaallah Teala hacəti rəva olə. 2 səcdə-i mabeynində təsbih yoxdur. Hər rükətdə təsbih. Tamam, bunlarda bu haqda namazdır. Gedək görək bu son səhifədə bir şey var deyə yoxdur. Vasil olub haqqı görmüş olur. Əhl-i Allahı görmək səbəbi səadətdir. 2 cəhan Günəşi əleyhüssəlamı görmək xud dövlət əbədiyyətdir və izzəti sərmədiyyədir. 2-ci səbəbi məhəbbət olub mutabiətinə rəğbət və dünyadan nifrət verər bir kimsənə hər nə qədər həzrətə qurbi təhsil eyləsə ol qədər dünyadan bəid və haqqa qərib, bəlkə haqqa həbib olur. Qul in kuntum tuhibbunəllaha fəttəbi'uni yuhibbukumullah əl-ayə. 3-cü vaqiədə görən kimsənin yüzü münəvvər olur və kəlami ləziz olur və xulqi həsən hüsn olur. Həsən olur əlbəttə və xulqi həsən olub. Hər görən kəndiyə meyl edib, mail olur və sözünə qail olur. Və 4-cü, dünya müzayiqəsindən xəlas olub, dünya kəndiyə müsəxxər olur. 5-ci, səbr-ü təvəkkül-ü qənaət sahibi olub, dünyanın varlığı və yoxluğu bərabər olur yanında. 6-cı, kəndüdən sonra asar cəmilələri baqi qalıb zayi olmaz, zikri bil xeyri olunur. 7-ci, ibadətində ləzzət bulub, hər əməlin sirrinə və zövqünə vasil olur. 8-ci, müstəcab-ı dəvə olub, həqqə təslimi ziyadə olur. 9-cu, əmalının səvabı əzaf muzaəf olur.
əzaf-i müzaəf olub, zamanı qəlilidə ömrü təvili sürən kimsənə əməllərin təhsil edər. 10-cu əhlullah yanında məhbub qulub olub və mələikə dəxi kəndiyə müştaq olurlar. Və necə biçarəyə şəfi olmaq mənsəbinə vasil və nail olur. Allahümmə ərzuqna va'fu anna vəğfir lana və livalideyna və licəmiyyil mu'minina vəl mu'minat vəl muslimina vəl muslimat əl-əhyai minhum vəl ənbat innəkə qaribun mucibud dəvat ya qaziyəl hacat təmmətür risalə bə'unullah Teala. Kitab qutardı. Kitabın içində bir tarix görmədim, yəni. İlla ki dedik o iki adamın, o iki şəxsiyyətin adların bir-bir axtarsaq, onların tarixlərini tapsaq bu kitab çıxar. Amma ən yaxşısı budur. Yəni ən yaxşı tarix budur ki, deyək bu kitab 9-cu əsrdə yazılıb. Yəni 10-cu əsrdə deyək yazılıb. Yəni 900, 901, 902 daha 999-un aralarında yazılıb. Çünki bu kitab sonra nüsxələnib və nüsxə gəlib bir adamın əlinə ki, o bunun əvvəlində belə bir şey yazıbdır. Ehtimalən tilismidir filandır və bu tilismin sonunda ortasında əlbəttə sonu deməyək, tarix qoyubdur. 1111-i tarix qoyubdur. Buna görə kitab bundan qabaq yazılıbdır. Yəni 400, ən azı bu kitab 450 il bundan qabaq yazılıbdır. Bunu deyə bilərik. Yəni əlbəttə bu tarixdə bir dənə tarix 951 verdi özü. Bu yazar kitabın özünün içində bir dənə 951 verdi. Biz burada yazdıq ki 951-ci ildə bu adam dedi ki nə mənə bu qol-i şərif bu qol-i kəsirü tolində padişahımız Sultan Murad Xan həzrətlərinin zamanı viladətləri tarixinə işarət və silah və səlah diyanətləri ilə səltənət rüb məskun və virasətlərinə beşarət ola. Zira az zikr lafzini hesab olunsa, az zikr lafzini hesab olunsa 951'dür. Bu təqdir üzərə 951'dən sonra mütəvəllid olan kimsənə salih tamam devam edir. Yəni Murad Xan əcəba indi burada soruşaq ki, sual bu olar. Yəni istəyək bunu təhqiq eləyək, şərəf belə soruşaq ki. Əcəba hansı Sultan Murad Xan (950 Hicri qəməri tarixlərinə yaxın doğulmuş ya da bu illərdə xəlifə taxtinə oturmuş. Belə bir oturmuş. Bunda oturmaları iştibah yazıram daimən. Oturmuş. Belə bir şey yazaq. Görək ki bizə nə deyir? Aynı sualı şeydən də soruşaq. Cimnaydan da soruşaq. Cimnay dahi Google yəni daha geniş məlumat verir bəlkə şeylərə görə, amma görək ki nə yazdı. Deyir ki 950 Hicri qəməri təqribən 1443-1544 miladi illərinə muvafiq gəlir. Bu tarixlərə yaxın olan Sultan Murad Xan Osmanlı padişahları içində Sultan Murad Salis, Murad Xan Salis. Doğumu 953-də olubdur. Tamam. Culusu təxtə 982-də olubdur. Vəfatı 1003-də olubdur. Tamam. Bu kitab 1000-dən qabaq yazılıbdır. Bu zamanda olubdur. Bəs mən bunu çıxartdıq. Murad Xan 3-cü Murad Xan yazdıq. Tamam.
İndi doğum tarixi 953 Hicri qəməri, ölüm 1003 Hicri qəməri, culus 982. Tamam, bu kitab bu adamın culusunda yazılıbdır. Deyək ki, 1000-də yazılsa, dəqiqən o tarixlə düz gəlir. Murad xan 951-də dedi ki, doğulubdur. Onun tarixini çıxartdı orada. Çünki bu əbcəd ilə çıxartdı. Əbcəd olurdu, nə olurdu? Onun adı. Onunla bunu hurufun, ədədlərin hesabladı. 951-də doğubdur. Və biz də bunu soruşduq. Cimnay dedi ki, göründüyü kimi 950 Hicri tarixlərinə yaxın doğulan Sultan Murad Murad-ı Salisdir. Lakin o 950-də deyil, 982-də xilafət və səltənət təxtinə oturmuşdur. Tamam, doğrudur. Digər Sultan Muradlar. Birinci Sultan Murad 761-dədir, bu deyil. Murad, ikinci Murad 824-dədir. Bu da ola bilər, ola bilməz, amma bu tarixə yaxın olmadığı üçün bunu da hesaba almırıq. Murad-ı Rabi, üçüncüsü ki dedi bu deyil. Murad-ı Rabi 1032-də doğulubdur və 1200-də culus eləyibdir Murad-ı Rabi. Və bu da yenə də bundan gəlməz, çünki o 1911-i gördük. O da orada var. Onun üçün Murad-ı Xamis, Rabi də o olanda Murad-ı Xamis də olmaz. Bu da 1293-də olur. Son zamanlarda. Bunlar içində 950 Hicri tarixlərinə ən yaxın olan Murad-ı Salisdir. Tamam. Gedək bu şey görək nə deyir? Əlyazma mətninə diqqət yetirirsək, müəllifin öz yaşayışın tarixi və dövrün padişahı haqqında verdiyi şifrəli bir hesablama var. Mətnin sağ səhifəsində son sətirlərində yazılıb. Tarixə işarə və səlah-ı diyanət ilə səltənət-i rüb məskunə vərəsətlərinə beşarə olə. Zira əz-zikr ləfzi hesab olunsa 951-dir. Bu cümlə bizə göstərir ki, 951 Hicri təxminən 1544 miladi ili müəllif əz-zikr kəlməsini əbcəd hesabı ilə hesablayıb 951 ədədini əldə edib, o bu tarixi bir növ müjdə və başlanğıc kimi qeyd edir. Sultan Murad xan, siz soruşduğunuz 950-ci illərə ən yaxın və bu tarixdən bir neçə il sonra təxtə çıxan məşhur padişah Sultan Murad-ı Sevvum 3-cü Muraddır. Sultan Murad-ı Sevvum 953 Hicri qəməri 1546 miladi ilində anadan olub, 982 Hicri ilində təxt üstünə üzləşib. Nəticə, əlyazma yazılanda ehtimalən müəllif öz doğum tarixini və ya mənəvi həyatının başlanğıcını o 951 ili ilə bağlayır. Amma əsəri təqdim etdiyi və adını çəkdiyi padişah o tarixdən bir neçə il sonra dünyaya gəlmiş Sultan Murad-ı Sevvum deyə doğum 953 Hicri qəməri və ya onun nəvəsi Sultan Murad-ı Çaharrum kimi nəzərdə tutula bilir. Lakin mətnə diqqət edəndə müəllifin 951 ilini bir işarə kimi götürməsi onu yaşayışının o əsrin ortalarından başlandığına dəlalət edir. Bu da sizin dediyiniz 950 illiləri tamam oldu. Tamam. İstəsəniz o əbcəd hesabı əz-zikr filan haqda çox izah verim. Tamam, istəmirik. Bu kitabı da belə bildik ki, bu kitab indi burada bir şey yazacağıq. Deyək ki, kitab ən azı 450 il bundan qabaq kitab ən azı 450 il öncə yazılıb. Tamam.
Bu günləri yenə Allaha şükür eləyək. Allah bu gün ömür verdi və bu günləri Türk dünyasında iki eski yazılmış kitapla tanış olduk. Biri Cevahir-i İslam idi adı ki bunun yazılma tarixini yazmışlar 1100, amma mən gördüm ki bu kitabın alma ehtimal verək ki alma tarixi ya bir nəfər ölübdür, hər nə o kitabın haşiyəsində yazıblar 1162 oldu. Bu odur, amma ikinci kitab çoxdur. Adı Risali Tənbihil Qeybi fi Ru'yetin Nəbi. Yazanın adı Yusuf ibn Yaqubi Xəlvəti və Sultan 3. Sultan Murad zamanında bunu yazıbdır. 3. Sultan Murad təxtə çıxdığı zaman, yəni təxtə öldüyü zaman 1003-də Allahın rəhmətinə getdiyi üçün bu kitab bundan öncə yazılmış olacaqdır ki, bu adam ki Yusuf ibn Yaqub el-Xəlvətidir, bunu Mədinədə yazıb, İstanbulda xəlifəyə göndərməsi, o gəlsin yetişsin buna. O zaman bu olubdur. Sultan Murad da 953-də doğulubdur. 1003-də də Allahın rəhmətinə gedibdir, 50 il ömr eləyibdir və culusu da 982-də olubdur. Kitab bu zamanda yazılıb, yəni 982 ilə 1003-ün arasında yazılıbdır. Ortasını tutsaq, deyək ki 1000-i tutaq biz elə deyək ki 1000 ya 90-ı tutsaq desək ki 990 məsələn daha o yaxçı bir şey ədəd çıxar ortaya. Hər halda 450 il öncə bu kitab yazılıbdır. Beləliklə bu günləri bu kitablarla tanış olduq. Sizləri Allaha tapşırıram. Allah ömür verirsə bir ayrı gün, bir ayrı kitablarla tanış olarıq. Sağ olun, sağ qalın, hələlik.